Baş sponsor bir market, xüsusi sponsor Medera Hospitalı, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, West Medical Center, Bafuri və Referans Medical Group'un sponsorluğu ilə Səni axtarıram başlayır. Xanımın gələn cehizləri də aman Allahım. Bu nədir? Ay Allah, bu nədir? Mən hər kəsi salamlayıram. Gözəl bir efir diləyirəm. Dünənləri efir bitənə yaxın taksidən düşdü bunlar. Taksi ilə göndəribdilər. Mənim üçün maraqlıdır ki, bunlar... Görəsən, yox, mənim ixtiyarım yoxdur. Bu Gül xanıma gəlibdir. Bu Gül xanıma gəlibdirsə, Gül xanım baxmalıdır. Gəl görüm, ay Gül xanım. Nədir, ay Gül xanım? Cevizlərin gəlib, bayram mı göndərib? Bayram mı göndərib? Hər kəsi salamlayıram. Dostları, ekran qarşısına yaxın əyləşin, duyan, duymayan qalmasın. Bugün çox maraqlı bir Səni axtarıram olacaq. Gəl görüm, ay Gül xanım. Ay valla məni niyə göstərirsən? Gül xanımı göstər də. Nədir ay Gül xanım? Bunlar mənim paşpaltalarımdır. Paltarlarındır. Bu paltarlar haradaydı ki? Bunlar biz Rəşadla bir yerdə vardı. Necə? Necə? Nə oldu? Nə oldu Gül xanım? Nə oldu? Paltarları Rəşad göndərib. Bu paltarlarındır. Rəşad göndərib. Bəli. Bu haradaydı ki? Rəşad gildəydi. Yox, biz Rəşad gildə deyildik. Xoşanam hamısı Rəşadla qalırdıq. Ha, Rəşadın evində idi. Evində yox, ev tutmuşdu. Hada ev tutmuşdu da Rəşadla. Oradan yığıb göndərib paltarımı. Yəni bununla nə demək istəyib Rəşad? Yəni bitdi hər şey. Yəni atmaz məni. Yəqin ki, bacısı anası uşağına da başqa yol qoymayayım bari. Yəni seçim qarşısında qoydu. Seçim qarşısında. Kimdir günahkar Gülxan? Bütün bu hadisələrin bu cür cərəyan etməsində günahkar kimi görürsən? Xoşqədəm xanım, mənə mane olmayın, danışacağım. Kimi deyirsiniz də ki, kimdir bunların səbəbkarı? Buradan mən bayrama, istəyirəm bayramı bugün efirə qoşun. Qoşun efirə, onu qoşun, mən orada deyim ya da sözümü ona. Onlar elə. Onu da qoşaram, amma sən də sözünü deyim. Buradan bayrama demək istəyirəm ki, bayram, yəqin baxır efirə. Sən bunu sənə deyim ki, sən bunu qulağına sırğı elə. Sən sadəcə uşaqlarımın atasısan. Amma sən etdiyi etdin, elədiyi elədin. Əlindən gələni çirkin niyyətinlə elədiyini elədin, getdin başqa efirə. Dedin, söz verdin ki, səni Rəşaddan ayıracam, ayırdın. Amma bunu sənə deyim ki, bunu yəni sənə deyirəm. Yəni, ola bilər ki, sən məni Rəşaddan ayırdın, biz Rəşadla bir yerdə qala bilmərik də, mən Rəşadı görə bilməyərəm də, belə olar. Amma ki, bunu bil ki, yəni Rəşad mənim iki uşağımın atasıdır. Bu fakt isə bunu heç nə efir, nə məhkəmə, nə Rəşadın bacısı, nə sən, heç kəs bunu dəyişdirə bilməz. Bir də sənə bir sırğa ilə qulağı var ki, bunu sənə deyirəm ha. Sən kimi
Bu insan ki birisi hoş qadam ölümlə bərabər bir şeydir. Sən bayram məni istəyirsən, düzdürmü? Mən sənin keçmiş həyat yoldaşım. Amma mən səni hər an belə öldürürəm ki, hər anda bunu deyəcəm ki, mən Rəşadı sevirəm. Və ömrümün son nəfəsinə dək də onu sevəcəm. Ömrümün son nəfəsinə dək də onu sevəcəm. Və nə Ay olursa qız, hansı olsun. sevgidən paltarlarını gətirib töküb bura? Xoş qadam xanım, qoy töksün. Paltarımı... Ailəsi seçim qarşısında qalıb Nə gəl. olursa olsun mən onu yenə də sevəcəm. O məndən Səni ayrılsa sevirsə belə. buyurub studiyaya O gəlsin. məni ayrılsa belə də yenə də mən onu elə sevəcəm. Studiyaya gəlsin səni sevirsən. Mən bir də buradan Rəşada demək istəyirəm ki, bəli, heç olmasa gəlsin mən onu görüm. Bir dəfə sizə də həyata xoş qanam xanım, mən gecə qoymuram yatmağa, saat 1-də 2-də belə yazdıram. Mən baxtımı qarı eləyibdi, qoymur yata. Gecə saat 2-də. Saat 2-də mən bu gecə namussuzluq qədər vəziyyətlik etmişəm. Sabaha qədər mən onun şəklinə baxıb ağlayıb yatmışam. Şəkilə baxmısan? Mən telefonumu da gətirsin, xoş qanam xanım. Gətirin görüm Gətirin, Gül xanımın şəkil. telefonunu. Dur gedək studiyaya. Aygıt sənə belə həyəcan olmaz. Dur. Xoş qanam xanım. Heyecan olmaz değilsin ama Reşatsız yaşamak olsa hiçbir şey mənası Gəl yok. keç içəri. Hiçbir şey mənası yoktu. Həyatın çox gözəl mənasını Ama sen Bayram, sen bunu elədin. Səni yalnız Gel Allah'a keç emanet içeri. edirəm. Səni nifrət edirəm. Nifrət. Ama sen bunu bil ki hiçbir zaman sen beni elde edebilmeyeceksin. Ve her gün de bunu diyeceğim. Bu stüdyoda her gün diyeceğim ki ben Reşat'ı sevirəm. Ve ömrümün son nəfəsində o günü gözləyəcəm ki, bəlkə o yenə mənimlə barışsın. Və olmasa belə mən bu ümidlə yaşayacağam Xoşqədəm xanım. Neydi Rəşad mənə hər pislik də etsə, məni əlindən gələn pisliyi də etsə Xoşqədəm xanım, əleyhimə də danışsa, amma mən ona imkan da vermərəm ki, kimsə burada Rəşadı tənqid eləsin və mən onu heç vaxt satmaram. Çünki əgər mən onu istəyirəm, sevirəmsə və o mənim üçün dəyərli bir insandır. Bu həyatda hər kəsdən də dəyərlidir. Bunu Bayram qulağıma sırğı elə. Gəl Gül Bunları xanım, sənə bir çatdırdım. efiri başlamalıyım. Gəl. Gəl, bütün paltaşın da gəldi, paltarların da gəldi. Necə olacaq? Necə olacaq? Necə olacaq? Necə olacaq? Nətər olacaq? Vallahi. Nə var? Əzizlər, xahiş edirəm. Gözəl üzünüz mənim üçün alqışdır, əzizim Zülfiyə xanım. Və hər kəs, bütün hər kəsi salamlayıram. Və qeyd edeyim ki, axtarışları görürsünüz ikili ekranda. Burada bir qız axtarılırdı. Almazova Diana Emzar qızı 4 noyabr 2025-ci ildə Gürcüstanda 2 uşağını bağçaya qoyub yoxa çıxmışdı. Mən indicə bir xəbər vermək istəyirəm Diana ilə bağlı, amma onun bağlayacaqsınız. Yaxınlarını efirə bağlayın. Onu efirə bağlayana qədər mən bu arada bilirsiniz ki, noyabr ayının birində bizim qardaş ölkəmiz Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qardaşım başı sağ olsun. Allah millətimizi, Türk dünyasını, Türk millətini bəlalardan hifz etsin, xətalardan hifz etsin. Bayrağımız daim ucalarda olsun. Yəni, bu həyatda elə dərdlər, elə problemlər var ki, bəzən qarşılaşdığımız problemlərə şükr edirik. Ölüm yoxdursa, həyatdasınızsa, yaşayırsınızsa, nəfəs alırsınızsa, bu həyatın, bu anın qiymətini bilin. Uşaqlarınıza sahib çıxın, ailənizə sahib çıxın. Bir qadının həzz ala biləcəyi nədir?
onun ailəsidir, yuvasıdır, balalarıdır. Onları gülən üzünü görmək, vay, Sahilə, xoş gəlmisən ay Sahilə, mənə payla pürüşlə gəlmisən, nə gətirmirsən sən Allah. Vay, vay, vay. Oo. Mənə gətirmisən bunu? Gülxanıma gətirmisən yoxsa mənə? Düzün deyin. Yox, Gülxanıma gəlməyib, mənə gəl. Mənə gəl. Özün pişirmisən? Mikrofonu yaxın tut. Halal olsun sənə. Çörək pişirir, uşaqlarını çörək pişirərək saxlayır. Bax, belə qadınları bir alqışlayın. Zəhmətkeş, fədakar, gecə-gündüz çalışan. Əslində Gülxanım da mən işə düzəltdiyim yerdə hamı tərifləyirdi. Gecə-gündüz çalışırdı. İnanın mənə. Orada iş yerindən rəhbərlik mənə deyirdi ki, o qədər gözəl işləyir Gülxanım. Səncəm, bu çörəyin rəngi niyə belədir? Nə? Kömür çörəyi deyirlər. Kömür atmısan içinə? Yox. Yaxın tut mikrofonu. Yox, xeyr, kömür atmamışam. Bəs nədir, niyə qara? Sadəcə kömürlü çörək gedir onun adı. Yox, Bağırsağın dərmanıdır. Ay qardaş, buna nə qatılır? Ver, rəng mi qatılır? Rəng deyil, kömürdür. Yox, buğda deyil, kömürlü çörək gedir. Yox, yox. Kömürlü tabletkalar var. Yox, yox, xanım, yox, ay xanım. Bunu həkimlər bilir. Tabletka, kömür dərmanlar var. Doktor, alqoloqumuz, sevimli alqoloqumuz. Yeyim mi bunu? Ölürüksə ikimiz də bərabər ölmək. Yox, çox yaxşı çörəkdir onlar. Çox yaxşı çörəkdir. Mədə bağırsaq həzmi... Doktor, ölürüksə bərabər... Doktor fikirləşir. Mən heç gördüm, fikirləşmədən yedim. Niyə yemədin? Mən niyə yemədin? Görürsünüz, məni görürsünüz, qorxmuram mən. Qorxmayın. Heç nədən qorxmuram. Qorxmayın. Qorxduğum yalnız Allahdır. Yalnız Allahdır. Allah əgər qismətinə yazıbsa, yüzlərlə insan yığırsın, olmayacaq. Yox, vermirəm heç qısa. O Gülxanıma verəcəm mən onu. Xoşqədəm xanım, Sahilə xanımı ürəyi yumuşaq deyib, Gülxanım orada ağlayanda burada ağlayırdı. Nə danışırsan? Hə. Yox, mən Gülxanıma yox, Gülxanımın balalarına yazığım gəldi. Əvvəla axır salamlayıram hər bir ağladınız da. kəsi, hər bir bizi salamlayıram. Xanım Zülfiyə xanım, Ürəyiniz xahiş eləyirəm. kövrəkdir. O deyəndə ki, Rəşadın şəklinə baxıb ağlayıram. Mən bir anlıq hər bir insan duruma düşə bilər. Həmin an balaların yadına salıb, balalarına görə ağlaya bilər Başa də. düşdüm. Axır ağladınız da. Ağladım, balalarına yazığım gəldi. Onun da 3 dənə körpəsi var. Kövrəkdir, deyil mi? Valla, yəni ki, ona görə yazığım gəldi, bəli. Balalarına Vallahi yazığım mənə elə gəldi. gəlir ki, axırda Rəşadla Gülxanımı evləndirəcəksən. Yox, əstəğfurullah. Yəni o özü Rəşad bunu ömür boyu istəməz. Yox. Mən bu sözü deyirəm. Yox, xahiş Rəşad edirəm, ondan burada heç bir yazın. bax, bu yalanına görə Rəşadı sevirdi, sevgi kimi qala bilərdi. Gedib o belə uşaqla hamilə gəldiyinə görə qətiyyən, yəni qəti surətdə, yəni Rəşadın, yəni Mən ona razıyam. Hə, Yəni- yox, həqiqətən elədi. Hə, yox. Yəni hamilə biz demirik bizim qaldığına qardaşımız görə. günahkardır. Biz də Hə. Gülxanım günahkardır, bizim qardaşımız Aha. düzdür. Yox. Yəni ən azından sevgili kimi sevirdi, sevgi kimi yaşaya bilərdi. Yəni uşağa görə bu uşaqla, evlilik yox, uşaqla aldadıb. Rəşad mı? Yox, Mikrofonu Gülxanıma verin burada bir Gülxanıma. sual yaranır. Rəşad mı deyib, ay Gülxanım, gəl uşağımız olsun. Sualı ver. Sualı Mən verin. ona atalıq verəcəm, aliment verəcəm, mən səni sevirəm, saxlayacam. Rəşad mı deyib? Sevirsən, başa düşürəm. Özü də bilir ki, bu qarşılıqsız sevgidir. Özü də boynuna alır. Yəni biz Sakitliyə Gülxanımı burada riayət edək, tənqid dostlar. eləmirik. Aha. Bəzən aqressiyalı göstəririk, bəzən nəsə belə, amma yəni hamı da normal otur. düşüncəli, normal fikirli insanlarıq. Yox, bilirəm qarşılıqsız deyil. Bilirsiniz xanım, sevgi söhbəti var. Xahiş edirəm, bir dənə Qarşılıqlı sevgi sakitliyə, söhbəti var. bir dənə sakitliyə riayət eləyək. Gülxanım, Yəni deyir ki, biz susardıq ona, əgər o uşaqlar olmasaydı. hətta mən təklif eləmişəm qardaşıma ki, ay bəs Rəşad bu nədir də? Dedi ki, onun ən böyük səhvi məni allatmağıdır. Yalan Gedib, danışdığına yalanına görə bağışlanılmırsan. Başa düşürəm. Biz də qadınıq. Hər bir insanın sevgi hissi var, duyğu var. Bunların hamısını çox gözəl başa düşürük. Amma sən get 6 aydan sonra gəl mənim qarnımda 7 aylıq 2 dənə ikiz uşaq var. Mən səni sevirəm, onu sevdiyimdən eləmişəm. Sevdiyindən başa düşürük, bir yerdə olmusunuz, qayğısına qalmısan.
belə çıxmasın, paltarın yumusan, qarşısında yemək qoymusan, böyük sevgimi bildirmisən. Amma yox, mən gedirəm 5 aydan sonra gəlim qarnımda üzr istəyirəm 7 aylıq uşaqla mən bunu bu cür sevgi Xanım, etiraf sənin eləmək olmur. bağışlanılmamanın səbəbi budur. Niyə ağlayırsan? Hə, yəni budur, bağışlanmamağının səbəbi budur. Niyə ağlayırsan? Yenə də qızım? deyirəm, bəzən deyirlər. Bir dəqiqə. Bir. Haqsızdır insan Gülxanım. Mən buradan qardaşıma səslənirəm. Çox xahiş eləyirəm, Rəşad gəlsin bu bütün bağlı sualları. Bəzən Gülxanım eşidirəm, gəlirəm qarşıma çıxır, ay nə bilim belə bacıları elədi, ailəsi ayırır bizi yox. Gəlsin bütün bağlı suallara qardaşım özü cavab Sahilə, versin amma ki. incimə, mənə elə gəlir ki, elə ayıran sizsiniz. Yox, əstəğfurullah. Allaha and olsun ki biz bunu ayırmaq, nə Çünki nə ümumiyyətlə də oldu biz ki, bilmirik. Rəşad dünənə qədər onunla bir yerdə qalırdı. İndi onun İndi paltarlarını Rəşad dünəndən də belə heç nömrəmi açmır. dünəndən. Zənglərimi açmır. Yəni belə. indi bir dəqiqə. Mən saat 2-yə qədər dünən Rəşada zəng eləmişəm, Rəşad cavab vermir. Mən başa düşürəm Bir sizi. saniyə qoy Gülxanım danışsın. Aha. Mən saat 2-də Xoşqədəm xanıma yazıq, mən Xoşqədəm xanımı yatmağa qoymuram gecə. Hayır, xoş Halım gələn pisləşir, bəxti ona budur da. Əvvəl yazıram. izafətlə Siz pərvanə bilirsiniz ki, mən bu gecə nə halda olmuşam? Mən ölü halında olmuşam. Ölü halında. Hə. Ölü halında. Bəli, ondan ölmək daha yaxşıdır. Bir saniyə. Qızım, indi Rəşad bilirsən, deyirsən ki, dünənə qədər səninlə danışırdı, düzdür? Dünəndən ailəsi mi qoymadı? Sən seçim qarşısında qalsaydın. Anan desəydi ki, ya Rəşad, ya mən, kimi seçərdin? Düzündür. Mən Rəşadı seçərdim. Aa. Bəli. Amma səni qınamıram Gülxanım. Sən onsuz da uşaqları bayrama verəndə mən bilirəm sən bu sualı da belə cavab verəcəksən. Xeyr, Xoşqədəm xanım, istər kim mənə gülür, kim belə pis niyyətlə baxır, mən bunu deyirəm. Mən, çünki mənim bir dəqiqə, mənim 2 ildir yanımda nə ata olub, nə ana olmayıb da. Yəni düzdür, biz Rəşadla dalaşmışıq da, yəni barışmışıq da, amma yəni yanımda o olub da, yəni həyatımda o olub. Amma mən onu seçərdim. Bəli, Yəni, mən bunu atan deyirəm. gəlib bugün bax, mən onu mən desəm, seçərdim. Gülxanım, sənin atan da gələcək bura. Mən hətta belə ölümə belə getsəydim, mənə desələr ki, ölümə gedirsən, canımı mən verərdim o insan. Rəşada. Bəli. Bəlkə də Rəşadın həyatında onu belə sevən olmuyor. Hə? Bəli dedin. Bəli, vallah mən Həqiqətən, siz sevinməlisiniz ki, Yox, mən Gülxanım sevinmirəm. Mən sadəcə şokdayam ki, yəni bunun 3 dənə balası, yəni bala deyilən bir şey var. Yəni Aha. övlad deyilən bir şey var. Bir saniyə Könül xanım, hə, Tamamilə doğrudur. deyirsən ki, bir dəqiqə, deyirsən ki, Yox, mən buna desəm nenormallıq kimi baxıram. Vallah məni heç kim Siz qınamasın. Rəşad Yox, özü mən buna bir şahid olub anormallıq ki, kimi mən baxıram, uşaqlarımın efendim. şəklinə baxaraq ağlayım. Mən onları Uşaqlar, atmamışam. Rəşad beyni bizə gələndə 3 dənə körpəmizi. Atmamışam. Mən tez bir anlıq beynimi Mən özümü onları depressiyadan atmamışam. çıxardaram. Əgər onların ataları onu məndən Mən bu aldı. duruma düşsəydim, Mənim sizin duruma, bugünkü yəni mən günüm- Gülxanım, bərabər yaxşı, düşə də bir bilərəm. dəqiqə, bir Rəşadı dəqiqə. məndən ayıran da bayram oldu. Heç Gülxanım, yalnız Allah'a mən həvalə sənin o edirəm. 3 uşağını bayramdan alıb məhkəmə ilə, qanunla sənə qaytarıram. Razısan? Bəli, əlbəttə ki, razıyam. Və sizi bu studiyada Xoşqədəm xanım, əlinizi ayağınızı mən öpərəm. Onu O etsəz. uşaqları alsan. Bəli, əlbəttə Bayram ki, eşidirsən də, Gülxanım uşaqlarına Amma baxmaq bircə bunu deyim istəyir. ki, bayrama, yəni bu sözü mən bayrama qulağına sırğı eləsin. O elə bildi ki, getdi efirlərə, Rəşadın adını Nəysə çəkdi. də onu dedin, məni nəyi ayırdısa, sırğı o elə bil. Amma mən bunu hər an deyirəm, hər gün də deyəcəm. O bir insan ki, yenə deyirəm ki, ölümdən bətərdir. Mən bunu həmişə hər gün də deyəcəm. Bayram, mən Rəşadı sevirəm. Kim? Rəşad- O mənə mən Rəşadla bir yerdə olanda hər gün mənə yalvarırdı ki, gəl. Amma gəlməyəcəm. Heç bir Dəhşət, dəhşət. söz Qısa bir vermirəm. aradan sonra davam edəcəyik. Rəşad studiyaya gələcək. Hə. Deyirəm ki, yaxşı deyil. Mən yedim, Gülxanım da yesin. Baldızı pişirib gətirib. Necə? Xeyr, baldızsan. Xeyr, mən onun baldızı deyiləm. Bizim bir dənə gəlinimiz Mən var. belə görürəm səni Sahilə. Mən burada yazıram, tamaşaçılar bu günü, bu tarixi, bu saatı qeyd eləsinlər. Siz o Gülxanımı axırı özünüzə Bizim gəlin bir dənə eləyin. gəlinimiz var, böyük gəlinimiz, əzimiz, evimizin, bizim başımızın tacı bir gəlinimiz var. Rəşadın Yəni mən yoldaşı. Gülxanım, bəli, o da Rəşadın öz həyat yoldaşıdır. Və niyə qoyurdun boşasın qardaşı? Onlar özləri, yəni ailə problemidir. Onlar rəsmi boşansalar da, yəni onlar həmişə bir yerdə olub. Rəşad həmişə onların yanında olub. Nə oldu? Gülxanımı gözləyirdi. Elə həmişə, yəni həmişə olub. Gülxanım Mikrofonu temasında götür sonra görüm.
Mən bir insan kimi Rəşadın bacısı Qoyun kimi Gülxanın baldızının pişirib gətirdiyi. Necə? Rəşadın bacısı Gülxanım. olaraq şirkət. Gülxanım, bax gör. Mənim sevdiyim qatlama. Ay Gülxanım, yaxşıdır. Bəli, Gülxanıma verirəm. Gülxanım bulkular pişirib öz əllərinlə pişirmisən, eləmi? Öz əlləri ilə pişiribdir. Yox, bu sənin baldızın gətiribdir. Nemətdir bu. Adam bərəkəti qıdalar. Heç olmasa bu qara çörəkdən. Ay, Gülxanım qorxur. Hədiyyə ala bilməyən adam. Yox, qorxma. Gülxanım qorxur. Gülxanım, heç olmasa bu içi Yox, onu kömürlü da eləməz, çörəkdən. yəqin ki, onu da eləməzlər. İçi kömürlüdən ye, içi kömür. Gülxanım, sən varsan ha. Amma ki, yox. Onu da Həzrət gördüm Əlinin bir dənə sözü var. Xoşqədəm xanım, o məni ayırdı Rəşaddan. Həzrət Əlinin Niyə bir ayırdı? dənə bircə saniyə. Niyə? Nə düşdü əlinə? Bir dəqiqə Nə gör. düşdü? İndi rahat, daha oturmuşsan da rahat. Mikrofonu. Niyə elədin? Niyə Rəşad mənim paltarımı bura göndərdi? Niyə? Onu mən bilmirəm ki. Niyə? Mən bilmirəm. Mən Rəşadın pulunu Sən yemişdim, Rəşada nə hədəliyib- eləmişdim? Ay xanım, Nə Rəşad, eləmişdim? sən Rəşadı hərliyib 2 dənə uşaqla Rəşadın yanına Telefonu gəlib, gətirin, aldadanda Gülxanım bilmirdi bu nəyisə güclü olacaq. göstərmək istəyir. Aha, hə. Sahilə mi elədi bunu? Sahilə mi elədi Gülxanım? Nəyi göstərirsən mənə? Yaxşı. Mikrofonu götür. Bu kimdir? Mikrofonu götür. Göstərmirəm mi? Kimdir bu? Necə? Rəşaddır. Rəşadın şəklidir. Deməli sən bu şəkillə yatıb durursan. Arada bu uşaqlar Necə? Bir saniyə xahiş edirəm. Aç, tez aç, mən də baxım Rəşadı görüm üzü başı. Bu ağlamağı ilə də gülməyir. Bu, hə, budur. Vay, Rəşad da maşallah ha, Rəşaddır. Göster, üzünü verməyin, üzünü Yo, verməyin. vermirəm. Mən üzünü hara verərəm? Xanım, bir şey soruşa bilərəm. Görəsən onun uşaqlarının şəkli var. Uşaqlarımın da şəkli var. Uşaqlarımın da hər an şəkli. Rəşadın Ay, yanında birlikdə olanda belə uşaqlarımın şəklinə də baxıb ağlayırdım. Narahat olma. İkiniz Başa birlikdə düşdüm. mi Yox, Onda ağlayırdınız? razıyam. O başa Rəşad da mı ağlayırdı? Bir dəqiqə. Xeyr, amma həmişə bir şey deyim ki, mən həmişə Rəşad mənə deyib ki, yəni uşaqlar var, bax uşaqlar Düz bunlar deyir, görür. baxaydın. Bəli, amma siz hər dəqiqə deyir, bir dəqiqə mən bir Elə eyni Ramal. hal-hazırda ondan ayrılmışam. Və bilirsən bu mənim üçün nə deməkdir? Ramal oxşuyur. Niyə elədin? Necə? Niyə? Aa, ayırdın? eyni Ramala bənzəyir. vallahi Ay mən- Niyə Allah. ayırdın? Onu bilirsən? Sən Allahın varmı? Mənim Allahım, valla çox gözəl Allahım var. Yəni Allah Allahı var ki də sənə o Sən çörəkləri onsuz gətir. zaten tək idim. Niyə elədin? Ay Necə? xanım, tək idim başa düşürdüm. Mən yenə də sizə Bir deyirəm. dənə o tərəfə. Tək deyilsən, sənin 3 dənə gül kimi balan var. Sən Uşağım tək ana, deyilsən. onun yanımda deyil. Sənin 3 dənə gül kimi balan var. Tək Ay deyil insan, sən. ay xanım, o üç dənə balamın atasına nifrət edirəm. Onunla bir araya gələ bilmərəm və bunun da səbəbkarı Yox, Rəşad sən bax, deyil. bax bu sözlərinə görə Rəşadı bizi özündən uzaqlaşdırırsan. Bax yenə Qurban də sizə, deyirəm. mən Rəşadı. Xanım, mən mənəm deməyi xoşlamıram. Bayramla ayrılmağımın səbəbkarı Rəşad deyil. Xanım, Onunla dəfələrlə mənim- barışmışam, yenə alınmıyor. Mən taleyimi danışsam burada hamı ağlayar. Mənim Ortada iki dənə uşaq siz var. başa O qadın düşmürsünüz. görünən Mən də deyirəm, vəziyyətdədir. mənəm deməyi xoşlamıram. Mən siz Ay, məni xanım. başa düşdünüz, mən nə deyirəm? Dedim mən mənəm deməyi xoşlamıram. Onun bu O dəqiqə deyir dediyinə cavab verirəm ki, mənim də Dəqiqə taleyim deyirsən çətin ki, olur. uşağımdır, uşağımı da Bəli, mən istəyirəm. ona görə deyirəm. Çünki Amma mən onu da istəyirəm, onsuz da yaşaya mən bilmirəm. Başa uşağıma görə, düşürsən mən sən? övladıma görə, mən korona Bəli, oldum. mən tək indi bir dəqiqə təkəm, Xanım, tək. siz işlədiniz. Siz işlədiniz, pul qazandınız, qışqırmayın, nə darlanmayın. Siz işlədiniz, pul qazandınız, Rəşadla olmaq üçün hər bir şey elədiniz. Amma karon oldu, pul tapılmadı. Mən balalarımı aldım, getdim Novxanda bir dənə bağda, əllərimi tikan bata-bata. Ağaçların dibində təmizlədim ki, gətirin bala sağ. Ay Sahilə xanım, Bəli. sizin burada təntənəli gecənizə yığışmışıq. Yox, Gülxanımın gecəsinə yığışmışsınız. Mənim gecəmə siz mənim gecəmə yığışa bilməzsiniz. Ay xanım, hamının çəti. Onda mən də oturum Arada həyatımı bu da ay xanım, siz niyə
ağlayır. başa düşmürsünüz. Birincisi qışqırmayın, sakit olun. Mən də dedim ki, mən xoşlamıram, o mənə sual verin. Mən də verdiyi sualın cavabını verirəm. Sizi görmək istəmərəm. Niyə görə? Çünki o uşaqların anası burada əgər döyüşürsə, zəhmət çəksin, atası da bu meydana Gəlməyəcək gəlsin. atası, gəlməyəcək. Niyə? Elə mən Niyə gəlmişəm bəsdir. o uşaqları anasının bətinə Neyse. nəysə, Hər kimdən ən azından Kimdən? Bax bunu mən Sevinç nevroloqumun sanı Sevinç xanım. Araldan qıraqdan sizə Vallahi baxanlar nə Sevinç xanım baxsın buna. örnək Şükrü Bey, bu götürürsünüz? gülür, Bu nədir? Bu ağlayır, klonluqdur, bu mən nədir? ağlayır. Klonluq eləyirsiniz, xəbəriniz var sizin. 7 yaşında qardaşımızı qabağımıza Burada heç kim klonluq eləyib rol oynamasın burada. Burada ciddi veriliş gedir. Mən də sizə dedim. rol oynayıramsa, Bəli, klonluq eləmə. Bu Əgər sizin mən rol oynayıramsa, əgər mən rol oynayıramsa, bundan betər günlərə Dedim mən sizə qalım. klonluq Əgər rol eləməyin. oynayıramsa. Klonluq eləməyin burada. Ümumiyyətlə Əgər rol deyirəm. oynayıramsa, Bu bundan yüzden betər bu yüzden, günlərə qalım. Efir xatirinə belə yəni şeylər, hərəkətlər eləməyin. Beynim pozulub gəl. Yox, sən ki ağlayırsan. Bizim də beynimiz var. Biz də əziyyət çəkmişik. Bizim də beynimizi pozulan gün olur. Bir dəqiqə, bu xanım, bir dəqiqə. Deyim nəyinə? Ailə bir Biz yerdə birliklə olanda ailəyik, bəli. gözəldir. Biz birliklə O ailəyik. bir ailədir. Onun bacısı, anası, atası. Biri yıxılanda hamısı yanındadır. Qardaşı yıxılıb yanındadır və düzgün eləyib alqaşlayıram. Mən də olsam onun yerinə gələrdim. Qardaşa addımı atanda Gül xanımla. Bax, Ay xanım, siz hamı bilir ki, bu mənim qardaşımı aldadıb. Qoyub gedib, hələ bilinmir. Qoy dent olsun, ondan sonra baxacağıq. Ondan sonra biz uşağı atmayacağıq. Niyə bilib bilmədiyinizi danışırsınız? Bayram səni bu halından qəbul eləyirsə, sən get bayramı öp başında Kim sağsın Allah yoluna qoyub danışmaq nə deyir Sən ki? Rəşada verdiyin dəyərin bizdə faizini Bu xanım bura niyə gəlir? Bayram sən başında Yox, fırlayardı. siz nə Yəni siz Sən biraz özünə də hörmət eləmədin. Siz məni bayramın yanında görə bilirsiniz. Bayramın yanına gedərəm. Bir mən dəqiqə, qardaşımın Sahilə yanına xanım, gəlirəm. bircə saniyə, Buyurun. buyurun. Ramal nə deyirdi? Mən deyirəm ki, əgər Gülxanım Rəşada verdiyi sevginin, dəyərin bircə faizincə bayrama vermiş olsaydı, bayram bunu başında fırlayardı. Nə olub 2 metrində boyunda puxunda oğlan. Vaxtında bayrama da dəyər vermişəm. Bayrama təşəkkür Aman edə mənim. ki, uşaqlarına həm analığı edir, həm də Təşəkkür atalıq edirəm. edir. Bayram mən bu günlərə qoyub uşağımı almasa heç Bayram belə də səni bu olmaz. günə Nə qoymuyor. təşəkkür Sən bu edirəm. günə özün Ona özünü Allahdan qoymusan. ona bəla arzulayıram. Mənə Ramal təşəkkür. səni müdafiə Nə eləyir. təşəkkür. Ramal dünənə qədər Rəşadın Bayramla əleyhinə barışmaq danışır. nədir? Heç bir zaman. Ramal Rəşadı müdafiə eləmir. Rəşad- Amma deyir ki, Gül xanım, sənin 3 dənə uşağın var. Mənim Mənim dediyim var amma söz. bayramı bura qatmayın, adını çəkməyin. Ay, indicə sən danışdın bayrama. Bayramla danışıram, mən onu bağışlamaram axı. Mən bayramla Bayram, heç bir zaman bayram sənə bağışlamam. neyinib ki, sən bayram bağışlamırsan? Mən bayramla barışmamağımın səbəbkarı da Rəşad deyil. Yox, barışmaq Heç düzgün həyatımda deyil ki. Rəşad yox idi. Xoşqədəm xanım. Ay Allah, o Rəşadın adını çəkmədən nə olar? 2 il sən bayramdan aylanan 2 il sən Rəşadla Xoşqədəm görüşdün. bir dəqiqə imkan verdi ay xanım. Ayrı barışmışdı da alnında Rəşad yox idi ki həyatımda. Şah dağı qoydunuz məni, gəlib orada narahat elə. Hansı işə getdim bayram məni buraxmırdı. 11 il. İndi də hal-hazırda da indiki həyatımı da qoymadı yaşamağa. Gül Yenə də xanım. qoymadı. Bayram 11 qoymadı, il yoxsa baldız Gülxanın qoymadı? bayramı və 3 uşağını saxlayıb. Bura Özü gələndə mənim boşanmağa yaşadığım elə həyatı, dedi. Kim mən bilirsiniz ilanın Az içində sus da bir yaşamışam mən də mən. danışım. Bilirsiniz 11 il siz. dedi, bir corab almayıb nə mənə, nə uşaqlarıma. Gülxanım bura boşanmağa gələndə onu dedi. İndi o gün də dedi deyəsən bu sözü. Bu bayram qədri bilmək necə olacaq? 11 il Gülxanım bibisinin Rusiyadan göndərdiyi pulla bayramı bəsləyib də. Bəli, bunu Rəşada da danışmışam. Ona Ay görə Zülfiyə bəsdir da. xanım, Zülfiyə xanım, bəs necə olurdu? Bu qadın işlək qadındır da, işləyib Bəli. Rəşada baxana qədər, işləyib balalar Biz Biz də onu deyirik də. Nə? Biz də onu deyirik. Siz nə danışırsınız? Siz Biz də onu Rəşada deyirik niyə ki. mən baxıram? Rəşad öyle Rəşada deyəm. çox yaxşı baxmısan. Çox Amma yaxşı mənim baxmısan. zaramda olub. Yaxşı O mənim bilirsən. də zaramda olub. Ayıp Yaxşı da. bilirsən neynəmişsən. Burada Neynə ayıp bilirsən? dəyilsiz Vaxt demək. ayırmısan, vaxt ayırmısan. Sahilə, neyniyib? Vaxt ayırmışam, Baxıb nəyə bəli. pul verib? Yox, pul verməkdən getmir söhbət. Hə. Yəni iş gözəl işləyib, qazanıb o dediyiniz yerdə, yaxşı işləyib, həmin an bir balaca uşaqlarına vaxt ayıraydı. Yəni həmin anda bütün günü Rəşadla Mən- yeməkdə, mən içməkdə, Rəşad- restoranlarda. Rəşad Xoşqədəm deyə xanım. Rəşadın arxasınca gəzdin. Nə balam, bir balaca da vaxt Aynen ayıraydı. Yəni bütün pulu Rəşadın arxasınca qaçaraq töküb hə, Bilmirəm, elədi. aşağı yuxarı o taksi sənin. Bu mənim Rəşad hansı yerdə getdi, iş qurdu. Gülxanım Rəşadın dostlarla əlaqə saxladı, gəldi orada ev tutdu. Rəşad hara getdi? Bəli. Gülxanım Rəşadın Çünki dostları əldə ilə saxla- iş yerinə Bəli, gəldi 5 bəli. min bax həmin sumkası ilə gəldi durdu. Xoşqədəm Dayandı orada, xanım. bəsdir da. Da yaxşı da hər şey o həm mən yola taksiyə verdim, pulu uşaqlarına göndərəydi. İstəmişəm yanında ol. Uşaqlarının dalca Balam düşəydin, bəs mən elə. bizim dediyimiz Balamın yanı xeyr, mən balamın yanı efirdə də demişdim Sizin ki, gecə biz nə qədər ki bayramın yanında da onları Həmin balamın yanında olaydın.
Sənin bu vəziyyətə Buyur, düşmənin qoy səbəbi Rüfət Bəy nədir? nəsə demək Bir dənə istəyirdi. mən Ramal, dediyim Xoşqədəm Rüfət Bəy xanım. buyurun. Bir dənə belə bir psixologların sözü var, deyir ki, kişi öz sevdiyi qadından ötürü öz xoşbəxtçiliyindən keçər. Ancaq bəzi qadınlar öz xoşbəxtçiliyinə görə hamını bada verər. Bu xanım indi o situasiyadadır. Öz xoşbəxtçiliyinə görə hamıdan keçib ata, ana, uşaq. Hamı yoxdur. Nə? Kim var ki o qadının yanında? Necə ata, ana, uşaqlar? Ana onun Ana ərə arxasında getdi. olmadı yanında. Ay Rüfət Heç bəy. bir adiyyatı Bir dənə, yoxdur. ay xanım, bir Gülxanım, dəqiqə. səni o Ana üç dənə ərə uşağın getdi, ağı tutub. ata, Bir də bayramın ağı tutub. Niyə aldı? 3 uşağı almazdı da məndən. Niyə demədin vaxtı ikən ki, niyə Sən bayrama və uşaqlara... Mən bir dəqiqə Sən bayrama Rəşad və gələcək. uşaqlara Qoyun haqsın. bütün suallara əslində Sahilə xanım düzdür, qardaşım müdafiə edir. O da müdafiə etməlidir. Durub Planirəm, çox xahiş eləyirəm, gəlsin. Bəzi hallarda deyir, ay bacı, biz bir ailəyik. Daha ki, biz danışmaq istəmirdik. Anam o gün sözü deyib, yekini vurmuşdu. Biz bir, necə deyirlər, dağılmaz, atamız bir ildir rəhmətə gedib, indi anamız bizi yığıb başına saxlayır. Yəni, dağılmaz bir ailəyik. Mən də ailəmizi müdafiə etə sözünü burada deməyə gəlmişəm. İndi də qardaşımı səslənirəm. Artıq dərəcədə xahiş eləyirəm. Rəşad, haradasansa yaxınlaş üstüdiyə. Dağılmaz Yəni, bir öz ailə, fikrimi, öz qardaşın şəxsi ailəsi. fikrimi bildir. Hə, öz bütün şəxsi fikrimi bildir. Yəni, Könül xanım sual verdi ki, dağılmaz ailənin qardaşının Ailə, ailəsi. siz anamızın başına niyə yığılmısınız ki? Mən başa bəs kimin düşmədim. başına yığılmalıyıq? Yox, Kimin sən anasının başına qardaşının yığılmalıyıq? birinci ailəsi bacı niyə dağılıb bəs onda? Ay xanım, onlar burada oturanlar elə siz qarışıq deyirəm. Qohumumuzda, əqrabamızda ailəsi dağılan yoxdur. Var, niyə Hə, var. yoxdur? O da nəsə yəqin ki problem var ki, ailə dağılıbda nəsə problem var. söz Barışıqda deyim bir sizə. yerdə olur Siz da deyirsiniz olmur ki, da belə Rəşad problemlər gələcək var. bura. Hə, yəni Rəşad onun bir o ailə, siz söhbətlərə Rəşad dəxli gələcək. yoxdur. Rəşad gəlib burada mənə nə edəcək ki? Sizə heç, ay xanım, siz elə deyirsiniz ki, biz bura gələn gələndə məni təhqir eləsin. Mən Rəşada pis sizi təhqir, sən təhqir eləməyə Mən gəlmir. Biz Rəşada adam pis təhqir olmamışam. eləmirik. Və imkan da vermərəm ki, kimsə burada Rəşadı tənqid eləsin. Sən- Ona da yol sən çox vermərəm. yaxşı Rəşad, Ona da ay yol xanım. vermərəm. Bundan elə Rəşadı ən böyük tənqid eləyən mən idim burada. Niyə imkan verirdin? Çünki nə qədərdir. Bir dənə şey Bəli, deyim mən çox sağ sənə. ol. Ay xanım, sən bilirəm indi mən sənə çata bilməzsiz maşallah. Sən mal çataşı, sən mənim heç belə yerdiyim o ayaqqabımın tozu ola bilməz. Sən nəyə ki mal çatarsan? Sənin mal çatmağına bir Adını əsr yan var. çaldır ki, Sənin belə mal də. çatmağına bir əsr var. Yerdiyim ayaqqabından Mən bu çıxan toz sözü ola də sənə bilməz. qayıt. Mən sənin üzvə qayıtmıram, sırf Rəşadın bacısısan deyə qayıtmıram. Ay. Yoxsa Vay vay, qayıdardım. dünən sən mənim sırağa gün efirdəsən mənim anama 100 dənə Xeyr, səndən ola mən deyəcək burada sifarişlər istəyirəm, hər göndərir. kəsin cavabını verirəm, amma yeganə insan sənsən ki, vermirəm. Çünki Rəşada dəyər verdiyim üçün vermirəm. Bunu da bil. Bunu da bil. Sən Bax, özü, bunu da sən elə deyirəm. gəlir bu. Sevgidir bu, Ay, sevgidir. Allah'ım, Yaxşı, Ay, tamam, Rəşad. görək Rəşad gələcəkmi? Rəşad gələcək, amma mən Gül xanımın atasını da dəvət etdim. Çünki bəlkə bu problemi həll edəcək onun atası olar. Qız atasına sığınar da. Xoşqədəm xanım. Ataya. Görmək istəyirsən bunu? Xoşqədəm xanım, bir şey deyim sizə. Atanı Bunu gör. Atanı görmək O istəyirsən? ata vaxtı ikən siz ki onu çağırdınız. Orada həyatımda Rəşad yox idi. Dediniz ki, siz Xoşqədəm xanım gəl qızının əlindən tut. Ona sahiblə gəl. Demişdiniz düzdür. Demişdim, o da qızımı gətir mənim yanıma, sən oranı bəyənib getməmişdin. Xeyr, o ata ancaq içkisindən qalmadı. Amma Yəni, indi içki içmir. İndi içki içmir, ujedən olan olub artıq. Amma Yenə indi gəlsin, içki içmir. əlbəttə ki, Bu atamdır. Rəşadın qaynatasıdır. Bir dənə verin. Verməyin onu Xoşqədəm xanım, xahiş edirəm. Niyə ay bacı, bu sənin keçmişindir, bunu Bilirəm, çəkmişik. o ata. O atanı deyirsiniz siz. O ata Ay gəlməsin. qızım, sən gülürsən yoxsa Gəlməsin, ağlayırsan? gəlməsin Xoşqədəm buraya xanım. yapışayım. Ya bir Xoşqədəm saniyə, xanım. sən nə ilə gülürsən yoxsa Xoşqədəm ağlayırsan? xanım, həmişə beynim pozulub, psixologiya pozulub. Deyirəm də xanım. burada əsas nevroloq Sevinç Məmmədova lazımdır bizə. Xoşqədəm Medera xanım. Mənim yerimdə hospitalının. kim olsa beynim Nəysə, bircə pozular dəqiqə da. sakitlik yaradaq. Qeyd edim ki, Gürcüstandan yoxa çıxan Diana ilə bağlı xəbərimiz var. Rəşad indi bilmirəm gələcək, gəlməyəcək, amma Gül xanımın atasının da deyəcəkləri var. Qısa bir aradan sonra kanalı dəyişməyək. Davam edirik dostlar. Almazova Diana İmzar qızı 4 noyabr. Gəl Könül xanım, gəlin keçin. 2025-ci ildə Gürcüstanda uşaqları aparır, qoyur. Hara? Bağçaya yoxa çıxır. Yazıq valideynlər, yazıq ailə, yazıq qohum əqraba. İndi mənə dünənləri Saratovdan bir nəfər yığıbdı. Hazır elə, bəli, hazır elə. Ona qədər mən tez sponsorlarımız haqqında məlumatı deyim.
Rəşad gələn kimi də studiyaya dərhal daxil olsun. Bizim baş sponsorumuz Bir Marketdir. Biləsiniz ki, Bir Marketdə smartfonlar, paltar yuyanlar, ev təmizlik vasitələri, gözəllik məhsulları, hər şey onlayn sifariş etmək olar və hal-hazırda lotereya keçirilir. Əgər siz də Sibrisdən ev, bahalı maşınlar istəyirsinizsə, qoşulun. Hər 10 manatlıq sifarişə bir şans düşür. Əgər sifarişi təhvil məntəqəsindən götürsəniz, əlavə 10 şansınız olacaq. Yəni, nə qədər çox alış-veriş etsəz, o qədər də ev, maşın qazanma şansınız çoxalır. Xüsusi sponsorumuz Medera Hospital'dır. Qeyd edelim ki, fizioterapevt, reabilitolog Dr. Gülnar Əhmədlinin yanında disk yırtığı, protruziya, bel boyun ağrıları, çiyin, diz ağrıları, artroz, skalyoz, kifoz kimi problemi olanlar 051 525 1717-yə zəng edə bilərlər. Mən təşəkkür edirəm bizim dəyərlimiz Cahit Şahbazova, oftalmoloqumuza və qeyd edelim mirvari suyudur, kataraktadır, tikişsiz çəpli əməliyyatı, çəp gözlük problemləriniz varsa 050 700 deməli 80 70-ə zəng edə bilərsiniz. 15 noyabr son 2 gün qaldı. Goranboyda Medlife klinikasında icbari sığorta ilə doktorumuz əməliyyat edəcək. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər 050 603 81 82-yə zəng edin. 16 noyabrda da Gəncədədir uroloq androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji androloji problemi olan, böyrək daşı problemi olanlar 055 694 40-50-yə zəng edə bilərsiniz. Lord cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Uşaqlarda, böyüklərdə qulaq-burun boğaz əməliyyatına ehtiyacı olanlar 050 836 36 36-ya zəng edin. Deməli, West Medical mərkəzinə təşəkkür edirəm. Bilirsiniz ki, Gəncədə çox mərkəzlər var, hospitallar var. West Medical onlardan biridir. Əgər, deməli, ekokardiografiya, kardiologiya, stres testləri, laboratoriyada 10 mindən çox sürətli və dəqiq analizlər, daxili orqanlar, damarlar, hamiləlik dövründə dölün izlənməsi, nevrologiya, EEG vasitəsilə sinir sistemi problemlərinin aşkarlanmasını istəyənlər 055 643 36 24-ə zəng edə bilərsiniz. Bafuriyə təşəkkür edirəm. Aman Allahım, yeni paltar yuyan kapsuludur. 4 özəllik bir kapsuldadır. Heç bir zaman yuyucu toz bölməsinə və paltarların üzərinə qoymursunuz və qeyd edeyim ki, boş barabana qoyursunuz, sonra kirli paltarlarınızı barabana yerləşdirin. İstənilən proqramı seçin. Yaponiya məhsulu olan Bafuri həyatınızı dəyişəcək. Təbii ki, Referans Medikal Qrupa təşəkkür edirəm. Dəyərli alqoloqumuz Müşfiq Sadıqovun yanında siz, deməli, üz əzələlərdəki ağrılar, baş, boyun, bel oynaqlar, sinir sistemi ilə bağlı narahatlıqlara yox demək istəyirsinizsə, oldu 0033-ə Referans Medikal Qrupa gedin. Vallahi, yəni, ay doktor, nə vaxt gedək? Aksiyalarda siz də iştirak edin də. Mikrofon var. Hüseyin, nə yaxşı sən varsan. Mən Ramalın əlindən səni alacağım. Sən ala, Hüseyin necə işçidir? Ala. Necə məsuliyyətli, necə. Hüseyin, bir yerdə Hüseyin varsa işçi olaraq, hamının işini öz üzərinə götürür. Məsuliyyətli, ona görə Hüseyin, bravo. Sənin dünən də bildim, maaşını almışsan, ilk əmək haqqısını alıb, hə? Halal, xoşun olsun. Xahiş eləyirəm artıq part-time'la bütöv tayma. Bütöv tayma keçək. Ona yaxın günlərdə elə möhtəşəm xəbərim var, gözləyirəm. Amma Damlıya bax, mənə necə baxır. Qutu bunun yanındadır, bu sahilə. Bu sahiləni gördüm, yadıma düşdü, dedim, qutu bunun yanındadır, sahilə bir də gördüm. Mən işləndirməyim, xıtır gedəcəm özümüzməsən. Hə, vallahi, hə. Mikrofonu götür, Damla. Vallahi yuxuda da artıq bu Gülxanımı görürəm, mən. İnan Allah, Gülxanım deyəm. Sən heç yatırsan ki, yuxu görəsən. Səni ölməyəsən qız. Sözü düzdür, dünən buradan çıxdım, həqiqətən 2 veşə vardım. Gecə saat 3-də gəlmişəm evə. Nə aparmısan? Bir ev köçürlərdi, başqa evə köçürlərdi. Nə oldu, o sənə deyilən məsələ düzəldi? Yox. Düzəlmədi. Hər adam xoş qədəm deyil ki, verdiyi sözü tutsun, canım mənim. Düzdür onu. Amma Allah düzəltəcək. Mən bir insana söz verəndə şərəfimlə söz verirəmsə verirəm.
Çünki söz mənim üçün namus və şərəf Təşəkkür qədər ederim, çox sağ olun. əhəmiyyətlidir. Bu belə. Eynən. İndi alqoloqumuza, dəyərli Müşfiq bəyə deyim ki, bu aksiyalarda iştirak elə. Ay Müşfiq bəy, referans medical group kimi bir belə deyək, mərkəzdəsiniz. Niyə Gəncəyə getməyəsiniz? Niyə West klinikasına getməyəsiniz? Niyə gedib orada məsələn bu baş, boyun, bel, oynaqlar, üzdə, əzələlərdə ağrılar, sinir sistemi ilə bağlı narahatlıqlar var. Nə qədər Gəncə və Gəncə ətrafından bir belə peşəkar alqoloq gəlsə West klinikasına, Gəncənin o gözəl klinikasına pis olar dostlar. Necə olar? Nə vaxt gedək? Siz nə vaxt istəsəz onda, problem Nə yox. vaxt? Gəl onda belə eləyək. Bax, mən deyim. 13 dekabrda fizioterapeutimiz, reabilitologumuz Gülnar Əhmədli gəlir Gəncəyə. Bütün Gəncə əhlinə deyirəm, West klinikasında olacaq. İndidən qeydiyyatdan keçin, Gülnar xanımın qəbuluna yazılın. Deməli, 051 525 17 17. 13 dekabrda eyni zamanda alqologumuz, deməli, dəyərli doktorumuz Müşfiq Sadıqov mənimlə birlikdə 13 dekabrda West klinikasında olacaq Gəncədə. Bel, boyun, oynaqlar, nə bilim, üzdə əzələdəki ağrılar, sinir sistemi ilə bağlı narahatçılığı olanlar zəng eləsinlər. West klinikasında alqologumuzun qəbuluna yazılsınlar və eyni zamanda yenə də bir məlumatı da verim. West klinikasında yenə 13 dekabrda kök hüceyrə uzmanımız Aytən Əliyeva gələcəkdir. Ona görə də indidən qeydiyyatdan keçin. Deməli, sinir sistemi, oynaq xəstəliyindən əziyyət çəkənlər, Parkinson, dağınıq skleroz, insult sonrası fəsadlar, uşaq beyin iflici, autizm, oynaqda ağrılarına kök hüceyrə ilə yox demək istəyənlər 050 677 00 26-ya zəng etsinlər. 13 dekabrda 3 doktorumuz West klinikasında olacaq. Buradan da bütün West klinikasının əməkdaşlarına və gözəl Günel xanımı öpüb bağrıma basıram. Gəncə və Gəncə ətrafından məni izləyənlərə deyirəm ki, 13 dekabr mən bu doktorlarla birlikdə West klinikasında olacağım. Aksiya demişkən, Bafuri də bu aksiyaya qoşulmuş. Bafuri məndən rica etmiş ki, hər dəfə pulsuz, parasız, deməli, bizim bu kapsullarımızı verirsiniz buradakı şəxslərdən birinə, amma bunun müqabilində mən istəyirəm. Mən deyirəm ki, gözəl Bafurini, paltarınızı yuyun Zülfiyə xanım, sizə verəcəm. Paltarı yuyacaqsınız, videoya çəkəcəksiniz, sonra da mənə gətirəcəksiniz. Bafuri, amma başa salım da sən necə? Deməli, boş barabana atacaqsan, paltarları üstünə qoyacaqsan və burada əlavə heç nəyə ehtiyac yoxdur da, yumuşaldıcı, ay nə bilim, ağardıcı, ay nə bilim, bunu da maşallah elə bağlayıbdılar ki, mən heç aça bilmirəm də. Bəlkə bunu sən aça bilərsən. Yəni, bax, ərp məsələsi yoxdur. Maşınınızda heç bir problem yaranmayacaqdır. Usta çağırmayacaqsınız. Bu Yaponiyanın məhsuludur deyə. Dostlar, burada 4 kapsul bir aradadır. Ona görə mənim əzizim, bu aksiya çərçivəsində sizlərə də mən gözəl Yaponiyanın məhsulu olan Bafuridən hədiyyə verəcəm, amma indi verdim Zülfiyə xanıma. Anam da bəyənib. Anam bəyənib, anam buradan öpüb bağrıma basıram əllərindən, Zülfiyə yusun paltarlarını. Sən niyə yuyursan? Gedəndə orada da eləyərəm. Yaxşı, gəlin Diana ilə bağlı xəbəri deyək. Diana 4 noyabrda 2 uşağını Gürcüstanda aparır qoyur. Əslində, anında dünən xəbər verməliydim. Əzizim, can sağlığı ilə gözəl olsun paltarların. Hanı bu? Alo, salam əleykim. Salam əleykim. Əleykümə salam. Almazova Diana Emzar qızının nəyisiniz? Mən onun heç nə, onun keçmiş yoldaşının dayısıyam. Bu ayrılıb yoldaşından. Bundan sonra xanım bundan sonra ayrılıb oradan sözdür. Ondan sonra onu evə gətirmək olar. Yox, bir dəqiqə. Mən belə başa düşdüm ki, siz deyirsiniz ki, qaçandan sonra artıq qızdan imtina elədik.
Bəli, bəli. O uşaq o qədər fikirdəydi, sizi görürəm, xəbəriniz yoxdur. Dünən bir avtomobil qəzasına uğrayıb, hamilə bilib ölüb. Bu dəqiqə xəstəxanada yatırıb. Həyat yoldaşı, hə? Bəli. Vay, vay, həyat yoldaşı deməli dünən avtomobil qəzasına düşüb, hə? Ha, maşın elə olub ki, xırtma xaşılı olub. Maşın heç atı maşın cəhənnəm olsun. Nə danışırsın? Hamilə bilib Allah hamd olsun. Vay, 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 vay. Yəni, deyirsiniz ki, artıq bu qızı qəbul etmirsiniz? Yox, qəbul nədir? Xanım, qız, misal ki, pis günü də olsa necə onlar deyir, qız gedər atası evinə, qardaşı evinə, Döymüsünüz qaçıb, dayana bilməyib, dəfələrlə. Mən sizin qızı Türkiyədə tapdım, gözünüz aydın. Yəni, Diyananı tapdıq. Gözün aydın, gəlin tapıldı Türkiyədə. Yox, biz elə gəlin lazım deyil. Bir dəqiqə qulağası xahiş edirəm. İmtina edirsiniz? Bəli, bəli. Yəni, bəs bu uşaqların taleyi necə olacaq? Ona uşaq verilməz, mümkündür. Deyirlər, başı xəstədir. Başı xəstə olana uşaq verirlər. Uşaq istəyən 2 yaşında, 4 yaşında uşağı sadiqdə qoyub qaçar. Yox, əlbəttə, qaçmaz. Anadır, elə ana olar. Mənim 59 yaşım var. Anam indi yadıma düşəndə də mən ağlayıram. Siz nə danışırsınız? Elə ana olar. Yox, mən ona sizə heç bir söz demirəm, amma Diana Türkiyədə tapılıbdı, mənimlə dünən də danışdı, dedi, Xoşqədəm xanım, mən ailədən imtina edirəm, amma uşaqlarımı almaq üçün sizdən kömək istəyirəm. Uşaqları almaq üçün məndən kömək istəyib və mən də bu məsələ ilə bağlı Gürcüstanda olacam. Xanım, kaç ay siz gəlsəz Gürcüstana mən gələrəm. Mənə xəbər edin, mən də gələrəm. O uşağın başqağını qoyub atan anıya uşaq verirlər. O telefonu dayısı var onun, adı Elnurdur. Bizə qonşudur, qızın dayısıdır, özünün dayısı. Deyir ki, dəfələrlə ailəmin yanına qaçdım, ailəm hər dəfə döyüldüyüm evə məni geri qaytarırdılar. Ona görə də başımı götürüb qaçdım. Yalan deyir. Siz Allaha inanırsınız? Mən Allahdan başqa zaten siz də daxil heç kimə inanmıram. Ay sağ ol. And olsun Allah'ın birliğine yalan deyir. Mən özüm namaz İndi bu kılan yalanı adamım. biz mənimlə Diana görüşəcəyini və uşaqlarla bağlı mənə müraciət edib, biz bu məsələni araşdıracağıq. Amma hələlik deyim ki, gözünüz aydın, gəlin tapılıbdır, sağ-salamatdır, Türkiyədədir. Sizin də tanıdığınız bir insanın yanındadır. Necə? Mənim səsim ekrandadır. Bəli, hal-hazırda sizin səsinizi ham eşidir. Götür mikrofonu, bu Rəşad gələcək yenə baş qarışacaq. Vallahi da. Rəqsanə, neyniyək, nə məsləhət görürsən? 5 uşaq ortada qalıb. Üzr istəyirəm, Xoşqədəm xanım. İlk öncə mən özüm ondan qabaq danışmaq istəyirəm. Mən ən birinci maraqlı olan övladlarımdır. İkinci də Rəqsanənin gözünün problemi. Cəzamı da ki, çəkməyə yenə də deyirəm, hazıram. Övladlarımın özümdə qalmasını tələb edirəm. Qaldı da ki, fikir bildirirlər, amma tam olaraq dəqiqliyin bilmirlər. Ola bilsin ki, günahkarı da çıxardılar. Yəni sən də Rəqsanəni sevirsən, də ayrılmaq istəmirsən. Təbii ki, istəmişəm, sevmişəm deyə o mənim yanımda olub 5 dənə uşağımın ailəsi olub. Üzr istəyirəm, Xoşqədəm xanım. Yəni sən bugün onunla barışmaq istəyirsənmi? Düzün deyirəm, eldən. Bəli. Xeyr. Üzr istəyirəm xanım, bir dənə xahiş edirəm. Cəzadan yayınmaq üçün sevən kişi ailəsini bir dənə üzr istəyirəm. Mən yenə də deyirəm ki, ortada 5 uşaq var. 2020-ci ildə Azərbaycan Respublikasının ordu sıra xahiş edirəm. Düzdür. Onun bir dənə arxalı dayaqlı yiyəsi olsaydı, sən ona toxuna belə bilməzdin. Üzr istəyirəm, Xoşqədəm xanım. Mən də əsəbi oldum, iskili oldum, vurdum. Bir saniyə. Yo, anası da təsdiqləyibdir. Qaynanandan razısan. Qaynanamdan inciməmişəm ya da bacımdan ya da qaynımdan. Mən bir dəqiqə qaynananı dinləyək qızım. Danışırsan. Qəmbərov Raisə Eldənizin anasıyam mən. Rəhmətlik yoldaşım da sağ idi.
Yəni bu gəldi mənə dedi ki, belə bir işim var. Mən də dedim ki, bala, onlarla bizimki tutmaz. Burada yer gəldi mənlə spor elədi ki, yox, mən alsam da almasam da odur. Pis adam deyirlər. Atası çox gözəl adamdır. Toydan bir ay sonra deyib baxdı, orada ev var. Ora çıxdı. Qız uşağı şeylədi, dedi gedək, kirada getdilər, çıxdılar. Evlərində münaqişələr olurdu, yəni sözləri, söhbətləri olurdu. Həmişə deyirdim ki, mən gəlinin sözünü deyirdim ki, lazım deyil, 5 uşaq saxlayırsa, neynəməlidir? Davadan qabaq bir getdi gəlin. Mən bura getdim, atası evi buradadır onun. Getdim dalınca 3 dəfə, getdim, yalvardım, yapışdım ki, bala, gəl gedək evin işinə. Dedi, getmirəm, gəlmədi. Nəysə, eşitdim ki, Bakıya götürüb gedibdi. 4 aydan sonra bu oğlum uşağın birinin özünü aparmışdı, 4'ü burada qalmış, oğlum saxlayırdı. Onun nətər deyim, üzr istəyirəm, bağışlayın mənim sözümə görə. Bax, onu çimizdirməkdir, yeməkdir, içməkdir, paltarıdır, bütün nəyi var idi də, onun hamısı məni bax, oğlum eləyirdi orada. Getdim, bunu Bakıdan gətirdim, onun günahı məndədir, niyə məndədir? Mən bilməzdim ki, mənim başıma belə hadisələr gələr. Günlərin bir günündə gəldim ki, dalaşıblar da, dalaşıb döyübdü gəlini. Döyübdü. Da bilmirəm nə tər vurub, necə vurub, görməmişəm. Bax, o Allah haqqı görməmişəm. Gözü göyərmişdi, buraları göyərmişdi, gözün zadın altı göyərmişdi. Deyirdi, gözüm görür. Prosti bir adamı 2 görürəm. Onların münaqişəsi, bax, otelənmək üstündə olubdu. Bu ona sual verir ki, Bakıya getmişdi, nağardır, neynədin, nətər qazanırdı. O da deyir ki, günüm 35 manata durur. Bunun üstündə başlayıb gəlini vurubdu. Niyə dilənmirsən? Sən niyə görə yad kişilərinin qabağına gedib əl açsan, dilənirsən? Yenə də mən deyirəm, məndən bir dənə sizdən xahiş edirəm, xoş gedəm xanım. Yenə deyirəm, balalarının başına dönüm, ayaqlarının altında ölüm. Mənim qədəm oğlumun nə cəzası varsa verin, bir dənə xahiş edirəm, o gəlini yaxşı edin, onu gözü düzəlsin. Məndən olsa bunları yığışardı bir yerə, barışdırardın, xoş gedəm xanım, bunları yola verərdin. Əlindən gələni bizdən əsirgəməginən. Bu şəraitdə, bax bu vəziyyətdə, bax acından ölürlər. Bir dəfə tapıb yeyəndə bir dəfə tapıb yeyə bilmirlər. Eşitdin dediklərini? Bəli. Səninlə bağlı da fikirlərini dedin. Nə fikirləşirsən? Heç bir şey, xoş gələm. Rəqsani, sənin uşaqlarına atan baxmayacaq, mən sənə deyim. Baxacaq. Nə o Eldəniz baxacaq, nə də sənin atan baxacaq. Bunu da mən deyirəm. Sənin uşaqlarına baxan yalnız o nənədir, ayrı heç kəs deyil. Qaynanam düzdür, sormuyub ma, yaxşı olur, xoş gələm xanım, amma ayrılmaq istəyirəm. Mənlə yaşayan yoldaş deyil. Qaynanam mənlə yaşamır ki. Qaynanam gedib qızının yanında oturur. Qızı da boşanıb. Qızın, bax, anam olsaydı mənim də boşandırıb yanında saxlayardı. Anam yoxdur, ona görə bugün deyil. Atam da xəstə adamdır. Atan da xəstədir. Atanın ürəyi düz. Bilirsən ki, yanjı olmalıdır, vəziyyəti çox ağırdır. İndiyə kimi mənə kim kömək eləyib ki? Boşanırsan 5 uşağı neynəyəcəksən? Özüm saxlayacağam. Necə saxlayacaqsan? Sənə atan baxmayacaq. Adı sənə aliment verəndir. Verməsin, getsin, yatsın. İçəridə mən də rahat yaşayayım. Uşağı bunlardan almaq lazımdır. Xoş gedəm. Xeyr, mən uşağımı heç bir... Körpə-körpədir. Rayona qayıdırsan. Ancaq dövlətə təhvil verilməlidir. Ata aqressiv, həm də ki, bəlkə də cəza yox, uşağımı verməli. Sən də analı yoxdur, yox. Yox, dövlətə təhvil. Dövlətdən sosial yardım düşür. Heç bir şey almırlar, amma onu mən danışdım Ağdam rayon icra hakimiyyəti ilə kömək eləyəcəklər. Danışdım. Ata münasib deyil, yəni. Sənin atan münasib deyil. Birinci ona görə ki, gördün, dünənləri mən elan elədim. Atanın ürəyi xəstədir, onun əməliyyata ehtiyacı var. İkincisi, nəsə mənim içimdə bir his deyir ki, bu uşaqlar ortada qalacaq, ay xoş qədəm. Vallahi burada xanımlar var idi, hanı? Nə dilənçini gedəcək? De, bu gözəl xanımlar, nənədir. Ala mikrofon. Ata da ki, nənə. aqressiv adam. Bu gördüyünüz var, nənə qədər uşağa, hamı bütün nənələr yoxdur təbii ki. Amma bu arxada gördüyünüz nənə Ülkər xanımdır. Görün, nəvəsi üçün gəlib bu studiyaya. Ülkər xanım, buyurun. Ağlama. Mikrofonu yaxınlaşdır, danış. Mən heç istəmirəm, mən nəvəmi istəyirəm. Mikrofon. Boşanmağını da istəmirəm. Onu anası eləyir, nənəsi eləyir. Gürcüstana keçən kimi qoymurlar, mənim oğlumun evini dağıdırlar. Deməli, nəvəni gəlin Gürcüstana keçirib. Mən bilirəm ki, orada şiddət görür. Bilmirəm, atıb işə gedir, iş tapıb özünə gəlin. Uşağın neçə yaşı var? 5-6 yaşın içindədir. Sizi aldadıb uşağı aparıb. Aparıb, toy bahanəsi, toya gedib, hamı ilə oynayıb gülüb, danışıb, yola salmışıq gedib. Gedib oradan anası, ona anasının dili dəyəndən sonra oğluma deyib ki, mən gəlmirəm.
Və uşağı da Azərbaycan Uşağı da vətəndaşı nənəsinin yanında saxlayır. Ana nənəsinin yanında saxlayır. Ana nənəsinin də oğlu ölüb, 2 uşağı var. Ana özü də boşanıb, 2 uşağı var, nənəsi saxlayır. Üzr istəyirəm, yetimlər evi düzəldiblər. Mən nəvəm, mən ölməmişəm, mən özüm saxlayacağam. Mən 4 ildir Qarabağda işləyirəm. Mən hər şeyi görmüşəm. Mən o uşağıma görə mücadilə eləyirəm. Baxın, mən belə əlimi yandıra-yandıra mən pul qazanıram. Mən kişilərdən çox pul qazanıram. Mən nəvəmi saxlayıram, oğlumu saxlayıram. Halal olsun, mən nəvəmi istəyirəm. Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşı. Mən Gürcüstanda Azərbaycan vətəndaşını qoymayacağam qalmağa. Mən ona görə gəlmişəm. Yəni gəlinin adı nədir? Gülbahar Əmraslanova, əsgər qızı. Gülbahar Əmraslanova, əsgər qızı. Bizə baxır yəqin. Bütün Gürcüstan onsuz da bizi izləyir. Qardabandan dediniz də. Kalinin kəndidir. Adı nə idi qızın? Gülbahar. Gülbahar. Ay Gülbahar. Ay Gülxanım. Uşağın adını qoyublar. Baxmır, uşağa baxmır. Uşağa bir hərf öyrətmir. 240 manat mən laqapeta pul verirdim. Uşağın dilində qüsur var idi. Deyirdim o pulu sənə verir. Aydın Ülker xanım, bu məsələyə arxada bir nənə də var. O da nəvəsi üçün gəlir. Baxın, nənələr budur. Budur nənələr. Bax, bir nənə də orada elə ağlayır. Sənin uşağını, bircə dəqiqə Ülker xanım, sənin nəvəni kim alır? Mənim nəvəmi də qudalarım alıbdır. İndi o biri nənənin yanında da biz 7 aydır ki, nəvəmlə əsrədən. Qızı, ana öz uşağını görmür. Gülxanım, diqqətlə bax. O qız var ha. O burada övladı üçün ağlayaraq aşağıda o qədər həyəcanladı ki, o 2 kəlməni bir-birinin ardınca deyə bilmədi. Bircə dəqiqə, Ülker xanım. Hə, qızım? Neçə aydır uşağını görmür? 7 aydır görmürəm. Yaxın tutursan. 7 aydır görmürəm balamın üzünü. Adası həsrət qoyubdu. Balamız deyirəm. Can, görürsənmi Gülxanım? Görürsən Gülxanım? Gəl uşaqları gör günə. Görürsənmi Gülxanım? Görürsənmi? Gülxanım, mən sənə deyirəm, belə ana ol. Gülxanım, al o 3 uşağı, 5 uşaqla tək ana kimi yaşa. Bayramdan da imtina et. Rəşaddan da imtina et. Hamısını at getsin. Hamısını. Lazımdır sənə Rəşad. İndi çağırmısan bura. Gəlib nə deyəcək sənə? Lazımdır o. Sənin palını, paltarını yığıb bura göndərdi. Getdi, rəsmi boşandığı ailəsi ilə barışdı. Səhv deyirəm, ay xanım. Bayaq Könül xanım birdən-birə baxdım ki, sizi dəstəkləyirdik. Gülxanımdan belə deyək, sizin əleyhinizə yox, dedi ki, niyə siz qardaşınız olmur burada? Amma əmin olun ki, siz dediniz mənim əleyhimə. Yox, Könül xanım yeganə insanlardan biridir ki, burada ilk Gülxanımın əleyhinə danışan insanlardan biridir. Niyə? Danışmasının da səbəbi, onu mən də deyirəm. 3 uşağım var deyir. Neynirsən 2 dənə əlavə uşağı? Lazımdır sənə. Görürsən ana necə ağlayır. Amma indi ona da biz həyat dərsi keçə bilmərik ki, hər kəsin dərsini özü alır da qısa bir ara edik. Düz deyil, qısa bir aradan sonra davam edəcək. Eləməsinin tək səbəbi bayram olan sevgisidir. Nə danışır? Nifrətə dönüşdürüb, bilmir bayramda necə heyf çıxsın bu adam. Ona görə eləyir də. Necə yəni, belə bayramı sevmək mi olar? Nə danışırsınız? Uşağı da belə olmasını da yenə bayrama görə eləyir ki, bayram əsəbləşsin, bayram qıcıq olsun, ona görə eləyir. Bu bayramı sevir. Nə danışırsınız? Siz nə boş-boş danışırsınız, Ayram mənim. Siz nə boş-boş danışırsınız deyirəm də. Mənasız danışırsınız siz. Bayrama görə eləyirsən. Çünki bayramın adı gələn... Burada açıq-açıq Rəşada sevgi mesajları. Bayrama görə eləyir. Bayrama görə, nə eləyirsə bayrama görə eləyir. Onun sözündə də haqq var müəyyən qədər. Siz nə danışırsınız? Quran and olsun yox. Ay xoş qadam xanım. Mən əsəbləşirəm, o şey infarkt keçir. Deyirsiniz ki, gən gülüb, gən ağlayırsan. O şey mən psixologiyam pozdu bu. Bu nə sözdür? Xeyr, mən bayramı Rəşadı sevdiyimin yarısı qədər də sevməmişəm. O sənə elə gəldi. İndi bunu istəyirdiniz deyim ona. Bayram bayram ağlayır. Gələndə gülürüz, xoş eləəm. Xeyr, bayramı sadəcə nifrət. Üzündə təbəssümlər oyanır. Bayramı əgər istəsəm, mən burada günü hər dəqiqə demərəm ki, Rəşadı sevirəm. Bayramı əgər də, siz Allah mənim başıma xoş qadam. Gülxanım, nifrət eləyirsən bayrama. Deməli, sevirsən ki, nifrət eləyirsən də. Bilirsiniz niyə nifrət edirəm? Yaxşı ər olsaydı ayrılmazdım, ona görə nifrət edirəm. Belki ayrılmışam. Qoymur yenə məni yaşamağa. Elə bayram da Rəşad yaraşıqdadır. Heç də Rəşaddan yaraşıqsız deyil. Necə? Bayram da Rəşad yaraşıqdadır. Heç də yaraşıqsız deyil.
Bayram yaxşıdır, yaraşığı hə? o tərəfə. Mən demirəm ki, Rəşad Əslində Rəşadın anası da məsləhət gördü ki, Gülxanıma mənim adımla deyin ki, 3 uşağını da yıxsın başına. 2 uşaq da oturub baxsın balalarına, hətta lazımdırsa bayramla barışsın. Onu mən Xoşqədəm xanım. Mən nə bilim valla. Yox, bir dənə şey deyim. Ağbirçək düz təklif. Yaxşı söz deyil ha. Yaxşı söz deyil, valla. Uşaq Rəşadın olarsa biz də dəstək olarıq. Necə? Uşaq Rəşadın olarsa yəqin ki DNK analizində çıxsa yəqin ki biz də köməkli eləyərik uşağa. Yəni deyirsən ki, ailə olaraq yığılsınlar bir yerə. Bəli, Xoşqədəm xanım. Köməkli eləyərik. Uşaq Rəşadın olsa yəqin ki Ay, o olacaq da Xoşqədəm nəsə. xanım. Sizin qardaşınız kişi deyə arvadı ilə barışa bilər. Bu qadın Xoşqədəm xanım. Uca əsəb keçirtirəm mən. Burada boş Bayramla ay xanım, Zülfiyə xanım, bayramla barışsın demirəm. Bir dənə şey Bayramla barış demirəm, uşaqları var, aliyanı Bir var. söz deyim sənə. Mən yenə bunu deyirəm, təkrarlamaqdan uca. Bayramla barış demirəm, sən uşaqları yığ bir yerə. Xanım, uşaqları yığ bir yerə. Ay xanım, sənə qurban olum. Başa düşkünən ki, mən bayramla barışmağımı yenə sənin anan da ağsaqqal qadındır, heç nə demirəm. Ağsaqqal yox, ağbirçək. Amma ki, mən yəni kimisə məsləhəti ilə bayramla yəni barışmaram da. İstər Rəşad da olsun, Yasir olsun. Heç Xoşqədəm xanım belə məni zorla barışdıra bilməz. Yo, mən Sizə zor tətbiq eləyən yoxdur xanım. Yəni bayramı sevir, bayramı istəyir. Bu boş-boş sözləri. Sev demirik. Mənasız sözləri bunları bir kənara qoyun. Bu mənalıdır. Bunlar hamısı mənasız sözlərdir sən üçün. Xeyr, nəyi Sənin mənasız? uşaqlarıma deyirlər ki, get uşaqlarıma sahib. Uşaqlarıma amma onunla barışma o Ay qız, o iş barışıq söhbəti gedir. Barışsın da uşaq. Sizə barışıq. Mən Ramalın sözünə haqq qazandırıram. Burada barışıqdan söhbət Uşaq gedir. qoyub gəlirlər. Barışıqdan söhbət getmir. Sənə deyim. Ki, Rəşadın anası belə Xoşqədəm deyir. xan deyir ki, alın məhkəmə yolu ilə Bilsin, hə, ona razıyam. Ona razıyam barışmağa yox. Mənim əsəblərimi... Bizim dövlətimiz çox gözəl sosial yardım ayırır. Bayram kimdir ki? Bayram mənim Bayram sənin üç uşağın anası. Üç uşağın anasıdır. Çünki uşağına nifrət edirəm. Başa düşürsünüz? Gülxanım xanım. Heç kəs ona qarşı mənə sevgi yarada bilməz. O Sevirsən. insana nifrət edirəm. O insan məni məhkəmələrdə süründürüb. Amma o insan elə bilir ki, mənə əldə edəcək. Etmir. Gülxanım xanım onu da yaxın qoyma. Məhkəmədə belə mən onu rəzil etmişəm ki, Rəşadı sevirəm. Onu o cür... Yenə də Rəşad deyirəm, mən sizə bir söz deyirəm. Ay xanım, Rəşad deməyin. Siz acığınıza da deyəcəm. Mənim acığıma, sağlıqdan mənim acığıma olan. Nə dedi? Bəsdirin, bayram verin, bəsdirin. Bizim acığımıza nə deyəsən? Bizim acığımıza nə deyəsən? Yox, bizim nəyimizin acığına deyəsən? Mənim acığıma, mən sağ bir qadın olaraq, mən həmrəyəm sağ, mən sağ həmrəy olaraq, bir qadın həmrəy olaraq sağ nə demək istəyirəm? Gözdə qoy sözümü deyim. Sən mənim acığıma heç nə eləyə bilməzsən. Sən mənim acığıma heç nə eləyə bilməzsən. Mən sən heç nə olan mənə oldu. Ya ay xanım mənə oldu. Siz indi mən sənə bir məsləhət eləyirəm. Üç uşağı da, iki uşağı da. Rahat oturmusan, gülürsən. Rahat oturmusan ki, Gülxanıma ayırdıq olsun. Mən gülmürəm. Heç nə demirəm. Heç kimi ki göz yaşında qoyur. Allah var ha. Hamısı qad. Sən də qadınsan. Sən də qadınsan. Mən də qadınam. Bəli, sən də qadınsan. Sən sevindin gecəniz deyil. Mənim burada gecəm deyil. Burada Gülxanımın gecəsidir. Gülxanım bura müzakirə üçün xoşbəxtlikdən çıxmıyor. Qadın həmrəyli olaraq sizə nə deyirəm? Gör nə deyirəm. Mən baxıram siz biraz savadınızda azdır. Ağsaqqalın ağbirçək sözünü sən ayda eləyə bilmirsən. Başa düşürəm. Mən sənə dəstək olaraq deyirəm. Dövlətimiz sosial yardım deyəcək bir şey ayırıb. Gör nə deyirəm ay xanım. Uşaqlarımı da al. Bayramdan al. Almentivi də al. Almentivi də al. Yox, heç o niyə deməsin ki? Düz deyir. Qadın həmrəyliyi Yaşığı da al. Sosial yardım sözü. Ortada iki uşağın taleyindən söhbət gedir. İki uşağın taleyində deyirəm də Könül xanım. Mən deyir onlara yardım eləyə. Nə yardım eləyəcəksən? O uşağa taleyəcəksən xanım. Bir dəqiqə. Uşağa verilməyəcək. Tək uşaqlarla deyilən bir şey var. Bircə dəqiqə Sahilə xanım. Dəfələrlə demişəm ki, gizlətmişəm və onu sevdiyim üçün eləmişəm. Mən nə bilim, bu dərəcədə olacaq. Köyün xanım, bir saniyə. Köyün xanım, bircə dəqiqə sizə sual verirəm. Siz deyirsiniz ki, Gülxanım, düzü, siz Gülxanımın ilk gündən hərəkətinin səhv olduğunu, bəli, səhv olduğunu demişsiniz. İndi deyirsiniz ki, Rəşad gəlməlidir. Haqlısınız, düz deyir. Onun bacısı da deyir ki, qardaşım gəlməlidir. Mən qardaşımı müdafiə etməklə deyir ki, düz deyir. Amma indi sizə sual verirəm.
xahiş edirəm, hamınız əlinizi vicdanınıza qoyun, cavab verin. Hansı birimizin övladının başına bu iş gəlsə, biz rahat şəkildə gəlib qucaqlayıb onu qəbul edərik. Lütfən cavab verin. Lütfən cavab verin. Mən qəbul eləyərəm. Mən eləmərəm. Başqa eləyən var. Bəsdir. Xoşqədəm xanım, bir dənə icazə verin də, sual verdiniz, cavabını gözləyin də. Neyləmişəm ki mən? Rəşadın başına bundan artıq nə Yox, bir də yanında. Bir də yanında. Xoşqədəm xanım, Rəşadın 40 yaşı var, 40 yaşı var. 40 yaşı var. Bir. Tamam, siz bir yanında xanım. Bəli. Siz kimi nəzərdə tutub deyirsiniz? Bu Gülxanımı ya o Rəşad bəy, o nəzərdə tutub? Mən elə hər ikisini nəzərdə tutub deyirəm. Hansı biriniz qəbul edərsiniz? Rəşadın bacısı olaraq mən pis olaram ki, mənim qardaşım uşaq deyildi. Niyə bu səhv elədi? Gülxanımın yerin... Məsuliyyəti üçün gəlib orada oturmaram. Amma gör də o necə bacıdır da. Bir də, səhviniz var. Mən də olsam oturaram. Biz evlatlarımızı heç vaxt cəmiyyətə hazırlamırıq. O 17-18 yaşından sonra uşaq öz məsuliyyətini dərk edəcək. Bir dəqiqə, nədir? Rəşadı deyirsiniz ki, Rəşad, mən Rəşadı pis. Siz Rəşadı aldatmısan, sən Rəşadı aldatmısan, getmişsən 6 aydan sonra ki, bunu mən sərfimi boynuma alıram. 8 uşağım var. Çıxıb abırsızcasına, çıxıb efirdə də deyirsən ki, mən Rəşadı əldə eləmək üçün bunu eləmişəm. Bu qəbul olunandır. Bir dənə bir şey deyim. Bunun ailəsində qəbul edəcək. Sizin plan bir dəqiqə nədir? Mən kişi istəyirəm. Mən hansısa kişiyə gedib plan bir dəqiqə bilirsən nədir? Sən mənim yanımda olmaq üçün mən uşağım var. Belə şey olur. Sizin plan bir dəqiqə bilirsiniz nədir? Yox, mən sual vermək istəyirəm. Bir dəqiqə əlinizdən gələni eləyirsiniz ki, bir dəqiqə əlinizdən gələni demirsən ki, 2 ildir. Mən əlimdən gələni eləmək istəyirəm. Bir yerdə deyil idi ki, mən Rəşadla səni ayıram. Odur ki, Gülxanım bayramla barışsın, amma olmayıb ki, Rəşaddan uzaq olsun. Barış, sana deyirəm uşaqlarını al. Məhkəmə var. Sənə nə? Aliment al. Görmə sənə də. Aydın, xahiş edirəm dayandıraq bu mövzunu. Çünki mən bu Eldəniz mövzusuna keçmək istəyirəm. Ya da bircə saniyə. Xahiş edirəm sakitlik. Xahiş edirəm sakitlik. Gəlin Müşfiq bəy bura. Gəlin. Bəsdirin. Bəsdir. Bəsdir Gülxanım. Bəsdir. Bəsdir. Var mı? Buradadır mı? Hə. Mən qeyd edeyim ki, sakitlik biraz yaransın. Referans Medikal Qrupun dəyərli alqoloqu Müşfiq Sadıqov bizimlə birlikdədir və qeyd edeyim ki, dostlar, baş, boyun, bel, oynaqlar, üz və əzəllərdəki ağrılardan, eləcə də sinir sistemi ilə bağlı narahatçılıq əməliyyatsız şəkildə tam azad olmanızı istəyirsinizsə, müraciət edin Referans Medikal Qrupa. Ulduz 0033. İndi bilmirəm onu necə yığacaqsın. Çünki çox mənim izləyicilərim mənə yazır. Yaşlı nənələr yazır ki, ay qızım onu mən necə yığıb. Ona görə mən Referans Medikal Qrupunun rəhbərliyinə xahiş edirəm ki, mənə nömrə göndərin. Buyurun. Salamlayırıq. Gözəl xanım, xoş gəlmişsiniz. Sağ olun, salamlayıram. Mən deyin, də tamaşırlarım. Dalalam. Bu nədir? K-hı. Kəmalə Həbibzadə. Kəmalə xanım, gözəl Kəmalə xanım. Ağrılarınız nə idi? Ağrılarım sinir ağrısı, ayaqlarım keçən illər tutulmuşdu. Varmı? Keşke o olaydı. Əvvəl, yeriyə bilmirdiniz. Doktoru bulduq. Yeriyə bilmirdiniz. Yeriyə bilmirdim, qucaqlarında fardılar. Neçə müddət belə oldunuz? Yox, tez olmuşdu, tez gəldim, yəni. Biraz da geciksəydim, əməliyyatlıq idi. Deməli, sinir ağrıları? Sinir, bir də oynaqların içində gəmiklər yeyilmişdi. Bir də belimdə. Belində? Şükür. 1 ildir, 1 il yarımda. Yəni, neçə müddətə müalicəniz getdi? Bir iynə ilə? Bir həftəyə. Ay Allah, bir həftəyə mənə yeritdi. Yəni, bir iynə vurdu, yoxsa davamlı getdiniz ora? Davam getmədi. Bir kursuna, bir gündən düzəldi. Bir gündən yeridi? Sinir ağrısı getdi. Burada yalan bir şey yoxdur da, yəni. Vay, möhtəşəmdir. Ona görə də biz belə doktorlarımızı yerini bilmirik. Bəli. Mən də deyirəm ki, Referans Medikal Qrupdadır, yerini deyiləm. Yəni, mənim bu doktorum yeritdi. Valla, mən Müşfiq bəy haqqında hələ bu efirə çıxmadan belə doktorlarımız bizim Xoşqədəm xanım yerini bilmirlər. Belə doktorlarımızı, qızıl əllər. Həqiqətən. Yəni, çox təşəkkür edirəm sizə də, qonaqlarımızı da salamlayıram, tamaşaçıları da. Allah belə doktorlarımızı
Çox Çox sağ olun. Çox təşəkkür edirəm. minnətdaram. Müşfiq bəy. Həm mənim mikrofonu- doktorumdur, həm də yaxın qardaşımdır. Ay Allah. Allah heç sizi bir-birdən ayırmasın. Təşəkkür edirəm. Doktor, Kəmalə xanım da elə bizi birinci verilişdən sonra məni görüb sizin verilişdə. Elə bir 2 gün sonra görüm WhatsApp-a yazır ki, doktor belə görmüşəm belə. Aradan bir neçə ay keçib artıq. Neçə aydan bir ay keçər. Hə, yox, yəni prosedurdan sonra xeyli vaxt keçib, yəni bir müddət keçib yazmırdı. İndi mən sizin verilişdə görəndən sonra Deməli siz mən başa düşmürəm. Əvvəl deməli müalicə eləmisiniz. Sonra sizi bizim verilişdə görəndən sonra yazıbdı ki, Bəli. Ay doktor, mən sağalmışam, gəlim sizə təşəkkür edirəm. O vaxta kimi xəbərim yox idi. Valla belə insanlara mən sizə təşəkkür edirəm. Həqiqətən də Müşfiq doktor kimi doktorları biz tamaşaçıya tanıtmalıyıq. Bir çox insanlarımız mənə deyir ki, orada efirdə olanlar, bəli, məhz efirdə olanları sizlərə qürur hissi ilə tanıdıram. Mən qürur hissi ilə deyirəm ki, Azərbaycanda referans medikal qrupda Müşfiq Sadıqov kimi doktor var, alqoloq var. Sizdə beldə, boyunda, ayaqda sinir ağrıları varsa heç bir əməliyyatsız bu adam, bax buyurun. Xanım buradadır, yeriyin bir sizi görsünlər. Elə bir podyumda yeriyirsiniz. Gəl bir podyumda yeriyək. Gəl. Buyurun. Bu Müşfiq Sadıqovun əl işidir. Necə alqışlamayaq onu? Belə doktorlara eşq olsun. Təşəkkür edirəm, dəyərli doktorum. Və 13 dekabrda da Gəncədə Vest klinikasında olacaq. İndi deyirəm, bel, boyun, onurğa, sinir ağrılarınız varsa, möhtəşəm alqoloqumuz 13 dekabrda Vest klinikasında olacaq. Zəng eləyin, gəlin, Ulduz 0033 və ya Vest klinikasına zəng eləyin, qəbula yazın. Sizə təşəkkür edirəm. Alqışlarla yola salıram. Və təşəkkür edirəm doktorum. Bu arada mən qeyd edeyim ki, Vest klinikasında eyni zamanda fizioterapevtimiz, reabilitologumuz Gülnar Əhmədli olacaq Gəncədə. Deməli 051 525 17 17 indidən yazılın. Bel boyun ağrıları, disk yırtığı, çiyin, diz ağrıları, artroz, deməli skalyoz, kifozdan əziyyət çəkənlər. 13 dekabr Vest klinikası Gəncə. 22 noyabrda Gülnar Əhmədli Şəkidədir. 29 noyabrda da ilk dəfə Cənub bölgəsinə gəlir. O cümlədən Əl Osman Qədimбəyli, onurğada problemi olanlar, əl, barmaq, sızıldama, uyuşma, ağır keyləşmədən, keymədən əziyyət çəkənlər 055 296 66 68-ə zəng etsinlər. 15 noyabrda Azərbaycanın peşəkar və tanınmış nevroloqu, hansı ki Türkiyədə uzun müddət məşhur xəstəxanalarda çalışan tanınmış nevroloqumuz Sevinç Məmmədova 15 noyabrda Goranboyda Medlife klinikasındadır. Son 2 gün qaldı. Deməli və son 10 yer qalıbdır. İndidən yazılın 055 754 11 66. O cümlədən mədə, bağırsağında problemi olanlar, köpdən əziyyət çəkənlər, qan azlığından əziyyət çəkənlər, səbəbi bilinməyən anemiyalardan əziyyət çəkənlər, Azərbaycanın tanınmış doktoru Ramin Bağırov 16 noyabrda Goranboyda Medlife klinikasında olacaq. Son 5 yer qalıb ona, çünki çox insanda mədə, bağırsaq problemləri var. Ona görə Goranboy Medlife klinikasında 16 noyabrda olacaq. Ramin Bağırovun qəbuluna yazılanların sayı çoxdur. Son 5 nəfər üçün 099 363 26 46-ya zəng edin. Oftalmoloqumuz Cahid Şahbazov 15 noyabrda deməli Goranboy Medlife klinikasında icbari sığorta ilə əməliyyatlar edir. Bu aksiyalar sizin üçündür və dərhal yazılın. Son gündür də, yəni belə deyək, sabah sonuncu gündür yazılanların Goranboy Medlife klinikasında icbari sığorta ilə Cahid Şahbazov əməliyyat həyata keçirəcək. 050 805 15 15 əlaqə nömrəsidir. 6 dekabrda da gəlir Naxçıvana. Zob doktorumuz Xəqani Həsənov 16 noyabr Gəncə, 17 noyabr Bərdə, 20 noyabr Quba, 6 dekabr Şəkidə olacaq. 050 603 81 82. Urolog andrologumuz Bəxtiyar Hüseynov 22 noyabr Gəncəyə gəlir. 055 694 40 50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovanın yanında
plastik burun əməliyyatı istəyənlər 30% indirim var. 050 836 36 36. Həkim kosmetologumuz Lazer Beauty Mərkəzin gözəl doktoru Nigar Sultanovanın yanında. Xanımlar, qırışlara yox deyə bilərsiniz. Saçınız tökülürsə, əl üz baxımına ehtiyacınız varsa 051 444 0017-yə zəng eləyirsiniz və Referans Klinikasının, Referans Medical Qrupun digər peşəkar doktoru Aytən Əliyeva kök-hüceyrə üzrə mütəxəssisimiz 13 dekabrda mənimlə birlikdə dəyərli alqoloqum Müşfiq Sadıqovla birlikdə olacaq Gəncədə Vest Klinikasında. Deməli, Aytən xanımın əlaqə nömrəsi 050 677 0026. Qeyd edeyim ki, kök hüceyrə ilə Parkinson, sonra insult sonrası fəsadlar, uşaq beyin iflici, autizm, oynaq ağrılarında ən uğurlu nəticələr. Bunun üçün Aytən Əliyevanın qəbuluna indidən yazılın. 13 dekabr Gəncə Vest Klinikası 050 677 0026 əlaqə nömrələridir. Sabah da bizim dəyərli pediatrımız, deməli dəyərlimiz Lalə xanım studiyamızın qonağıdır. Lalə Rəhimova, Azərbaycanın peşəkar pediatrı, minlərlə uşağın həyatında imzası olan qadın. Sabah Sən Axtarıramda olacaq. Ona görə uşaqlarınızda, yeni doğulan körpələrinizdə probleminiz varsa elə canlı ARB televiziyasına gəlin. Gözəllər gözəli Lalə xanımın burada sizi qəbul edə bilər. İndi dostlar, Allah, bu İmamverdinin oğlu gəlib çıxmadı. Ay yazıq İmamverdi. Kaş ki səni də tapsaydı. Amma onu da tapacağımıza inanıram. Eldəniz. Uşaq məsələsi, bu 5 uşağı götürüb saxlamağa gücün çatır. Bəli. Mikrofonu yaxın tutay qız. Ömür boyu mən uşağım. Belə danışıqla görürəm, baxacaqsın. Ömür boyu, xoş qədəm. Mikrofonu yaxın tut. Ömür boyu vermərəm uşağım onu. Siz o gün verirdiniz axı. Mənə dediniz ki, xoş qədəm xanım, qoyaq sığınacağa uşağı. Gözümə görə dedim, xoş qədəm xanım. Dedim, gözüm düzələnə kimi. İndi gözün düzələnə kimi sığınacağa qoy. Bəli, gözüm sağalana. Xoş gedəm xanım, nə qədər ki mən varam, mənim uşağım sığınacaqda qala bilməz. Buna mən icazə Mən də ona uşağımı ertibar eləmərəm. Qız mənim uşağımın hər hansısa bir şeydə sıxılacağı olsun. Hər bir şey uşağın yanında eləyib. Hər bir şey. Övladımı necə Allah şahadidir. Qaldı da ki tərbiyəsinə, onun ata valideynini tərbiyə verə bilməz. Mən səhər tezlərindən çıxıram, axşam verirəm. Hara gəlsən hər gün uşağın yanında işə gedirdin, sən uşağını o bu gətirib çörəyə verir. Saat 7-də, 8-də gəlirəm, mənim ayağım yuyulmur. İşə getsən sən Allahsın. Ayağını sənin kimi yuyacaq, qardaşım, özün yumalsan da ayağını. Allahsın, işə getsən. Yemək tapıb deyə bilmirəm. Allah var göydə. Allah var göydə. Qardaşım, onu Allah Taala veribdi. Bir dənə övladım olub, gəlib mən sabahları 5 dənə uşağım var, 5-nə də baxıram. Bu günə qədər kimsə gəlib mənim 5 dənə uşağımdan məlumatım var idi, xəbərim var idi ki, mən gecələr ikisi belə qucağımda uşaq yerim. Sən eləmsən yanı. Sən eləmsən. Bəlkə yanımda gəlib uşaq saxlayırdım bilərsən, hər bir şeyə girə bilərsən. Sən belə bəhanə yoxdur, döyə-döyə. Bəhanə deyil, sən uşaq, bir dənə uşaq doğursan, Allah Taala qismət. Nə olsun ki, sən döyüm. Sən nə tər eləyirdin, sən alıb. Allah da şahiddir, qonşular da şahiddir. Ayağımda anası olmuş. Nə olar ki? Ata da olmaz, sana da olmaz. Gülməli gəlir, Damla xanım. Mənim üçün fərqi yoxdur, mən övladlarım. Mənə gülmək bilirsən niyə gəlir? Bir dəqiqə Eldəniz, bir dənə qışqırma. Sən keçən dəfə deyirdin ki, sığınacaqda, buna Allah da şahiddir, görənlər də şahiddir. Səni bir sözün bir sözündən tutmur. Mən aparıb orada uşaqlarını Xoş gedəm xanım. Anası təmizləməlidir onu. Yox, bildik də bildik. Eləmisən də. ananı şikəst eləyib nətər eləsin ana? Xeyirsiz düzgün danışmırsın. O da yuyulmalıdır, corabı da yuyulmalı. Niyə yuyulmamalıdır? Yoldaşı yuyacaq da. Adam işdən gəlir, yorğundur. Yoldaşıdır, nə olacaq yüzündə ayağı? 5 dənə onun ayağını yumağa vaxt qalar. 5 dənə körpə. Biz də yumuşuq, Zülfiyə xanım, biz də yumuşuq. Xanım 5 dənə uşaq mən gələnə qədər ac qala bilir. Bir dəqiqə xahiş edirəm. Nəyə şəratı? Bir dəqiqə xahiş edirəm. Nə 5 uşağın taleyindən söhbət gedir. Kimin ayağı yuyuldu, kim çörək aldı, kim 5 Mən 5 dənə uşağımı tələb eləyirəm. Mən öz övladlarıma baxmağa hazıram. Qısa bir ara verək. Qısa bir ara.
Davam edirik dostlar. Sponsorlarımıza teşekkür edirəm. Baş sponsorumuz Bir Marketdir. Gözəl online sifariş edə bilərsiniz. Smartfonlar, paltar yuyanlar, ev təmizlik vasitələri, gözəllik məhsulları. Eyni zamanda hal-hazırda lotereya keçirilir. Siz də qoşulun əgər təbii ki Sibrisdən ev, bahalı maşınlar istəyirsinizsə. Şərtlər sadədir. Hər 10 manatlıq sifarişə bir şans düşür. Əgər sifarişi təhvil məntəqəsindən götürsəniz, əlavə 10 şansınız olacaq, tələsin. Xüsusi sponsorumuz Medera Hospital'dır. Qeyd edim ki, Medera Hospital'da neyrocərrahımız Əl Osman Qədimbəylinin yanında onurğa disk yırtığı, əl barmaqda uyuşma, keyləşmə, karpal tunel xəstələri müraciət edə bilərlər və bu arada doktorumuz 5-6 dekabrda Gəncədə olacaq. 055-296-66-68 əlaqə nömrəsi və mədə bağırsaq problemi olanlar Ramin Bağırov Medera Hospitalındadır. 099-363-26-46 əlaqə nömrəsidir. Oftalmologumuz Cahid Şahbazova təşəkkür edirəm. 15 noyabrda son bir gün qaldı. İcbari sığorta ilə Goranboyda Medlife klinikasında tikişsiz çəpli əməliyyatı, göz dibi əməliyyatı, mirvari suyu, qara su kimi əməliyyatları həyata keçirəcək. 050-805-1515 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənov 16 noyabr Gəncə, 17 noyabr Bərdə, 20 noyabr Quba, 6 dekabr Şəkidə olacaq. 050-603-81-82 Lor cərrahımız Leyla Zülfüqarova uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatı, ən ağır əməliyyatları həyata keçirir və hətta plastik burun əməliyyatı istəyənlər 050-836-36-36-ya zəng edə bilərlər. Referans Medikal mərkəzə təşəkkür edirəm. Körpə balaları olanlar, gözəl həkim istəyirsiniz, peşəkar həkim istəyirsiniz. Referans Medikal qrupda Lalə Rəhimovanın, minlərlə ananın sevdiyi Lalə Rəhimovaya müraciət edə bilərsiniz. 055-928-84-82 əlaqə nömrəsidir. Bafuriyə təşəkkür edirəm. Əziz xanımlar, təmiz paltar, gözəl qoxulu paltar istəyirsiniz. O zaman Bafuri yeni nəsil paltar yuyan kapsulu 4 özəllik bir kapsuldadır. Dərin təmizlik, yumuşaqlıq, təravətli ətir, paltar yuyan maşının ərfdən qorunması. Bafuri həm rahat, həm pulunuza qənaət və ətirli təmizlik deməkdir. Ustaya ehtiyacı olmayacaq. Ay, ərf yaranır, baraban paslanır, paltarlar tam təmiz olmur deməyəcəksiniz. Urolog-andrologumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji-androloji problemi olanlar 055-694-40-50-yə zəng edə bilərlər. West Medical Mərkəz Gəncənin gözüdür. 10 mindən çox sürətli və dəqiq analiz istəyənlər, kardiologiya, stres testləri, nevrologiya, terapiya, ginekologiya istəyənlər 055-643-36-24-də zəng edin. Bakıya gəlməyə ehtiyac yoxdur. Gəncə West Klinikası. Ay, bugün geyimim hara məxsusdur? Bəyəndinizmi geyimimi? Nəsə mən belə. Yəni, mən o qədər hamı gözəldir, hə? Rəng gözəldir, Türkan qadın geyimləri, dükkanım, öpürəm, bağrıma basıram, mükəmməlsiz, gözəlsiz, bir-birindən gözəl ziyafət geyimləri, gündəlik geyimlərin ünvanı haradır? Türkan qadın geyimləri dükkanı. Başkəndə təşəkkür edirəm. Bizimlə əməkdaşlıq edir. Gözəl mətbəxt, gözəl yeməklər, gözəl xidmət harda? Həm Memar Əcəbi, həm Nərimanov, həm də Xətayidə inanılmaz restoran. Buradan da mən Mətanət xanımı öpüb bağrıma basıram. Ay, ayrı hara qaldı təşəkkür. Ayrı özümə qaldı təşəkkür. Ay, indicə mənə dedilər, bizim mühafizədə bizim gözəl Aynur xanımın deməli pul qabı itib, çantası da yəni, hə, Samirə. Hə, pul qabı itibdi və pul qabının içərisində, ay Allah görün nə qədər pul var orada. Deməli, qəhvəyi rəngdədir pul qabı. Aynur xanım, deməli, tapana da mükafat verəcəkdir. Deməli, içərisində nə var? Sürücülük vəsiqəsi var, şəxsiyyət vəsiqəsi var, maşının tex pasportu var. Yəni, əzizlərim, Aynur xanımın qəhvəyi rəngdə pul qabıdır. Tapana mükafat verəcək. Ona görə də harada itibdir bu? Yerini deyin də, hansı ərazidən hara gəlirmiş ki, tapan şəxs bizə müraciət eləsin, ARB-yə müraciət eləsin. Deyirəm, burada gözəl bir anam var burada. O da mənim yazıq anam, gözəl xanım. Can, niyə ağlayırsan? Bu ilin martın 14-də oğlum işləmə adından Moskvaya getdi. 18-də eşitdim ki, müharibəyə gedib.
Vay, vay, vay. Sizə deməyib amma. Yox, demir. Adın, soyadın de. Gözəlov Rövşən Amiloğlu. Gözəlov Rövşən Amiloğlu Rusiya-Ukrayna müharibəsində itkin düşüb. Mart ayında gedib, sonra eşitdim ki... Mayın 26-sında itkin düşüb. Varmı hansı hərbi hissədə ki, mən onu bütün araşdırımda? Vermişəm xanım. Əlinin jitonlarını zad, hamısını vermişəm. Hamısını verin mənə görün. Hamısını vermişəm. Gözəlov Rövşən Amiloğlu, canana. Ay yazıq qadınlar, əziyyətlə övlad böyüdürsünüz, hara gedirsiniz? Hara gedirsiniz? Bu anaları niyə belə ağlar qoyursunuz? Niyə bu analara qıymırsınız siz? Siz təbii ki, gedib döyüşsəydin Qarabağda, deyərdim, hə. Mənim burada bir gözəl anam oturur. Nə dərslər var, otur, otur, otur. Yazıq, ürəyi yaralı analar. Nədir dərdin? Sən danış, bacı. Xoş gördük, xoş gördüm xanım. Nədir dərdin? Dərdimiz qardaşımın ölümü ilə bağlıdır. İşlədiyi istixanada ağır kələbəyin travması alaraq, vurularaq xəsarət alıb. Hardan bilirsiniz ki, vurulubdur? Ekspert təyin edib. DNK-yə salmışıq qardaşım gecə ilə. Gecə ilə DNK yox, gecə ilə MRT-yə apardınız. MRT-yə salındı. Müəyyən olundu ki, qardaşım kəlləbəyin sümüyü, qırıqlar aşkar olundu. Bu işin baxılmasına xitam verilir. Bəli, xitam verilir ki, yıxılıbdır. Yıxılıbdır. Hardan yıxılıb? Məlumdur, xoş gələm xanım. Yaxşı, siz o MRT-nin cavabları hanı? Onların şəkilləri var telefonumda. Onu bizə verin də. Onu bizə verin, o MRT-nin. Hamısını təqdim edəcəm, xoş gələm xanım. Sizdən çox xahiş edirəm, xoş gələm xanım. İmkan verməyin, mənim qardaşım qanı yerdə qalsın, qanı batsın, onun qatillərinin tapılmasına kömək edin. Necə ki, belə çox itkinləri tapırsınız, onu da tapmanızı köməklik edin. Onun siz kimdən şübhələnirsiniz? İstixanada oran müdiriyyətindən. Daha öncə onların arasında söhbət olub. Bəli, söhbət olub, bəli. Abi sakitləş. Necə yəni? Söhbət olub, bəli, xoş gələm. Dəfələrlə davaları mı olmuşdu ki, sonradan? Söhbətlər olub, qardaşım oraya getmək istəmirdi. Dalınla gəlirdilər, zorla aparırdılar. Oranın müdiriyyəti Mərdanov Teymur, sonra Şirinov Cavid, başqaları da var Elmar adında. Nə edirmişlər? Qardaşınızı hədələyirmişlər? Yox, hədələmək yox. Yəni ki, tələb edirdilər ki, orada işləsin. Qardaşım oradan çıxmaq istəyirdi. Çünki qardaşım çox belə peşəkar idi də, istixanada hər şeyi bacarırdı. Yəni onlar da deyirdi işdən çıxma. Hə, çıxma. Çünki oradan pulunu ala bilmirdi. Oradan asılı idi. Qardaşım nədir, fəhlə adına gedirdi, ancaq çox işlər bacarırdı. Yaxşı, qardaşına da borçluydular. O pulu da vermək istəmirdilər. Yox, az miqdarda bəli alacağı var idi. Aldı mı o pulu? Belə həkimə düşəndən sonra bəli aldı. Xaşqədəm xanım, çox yerlərə müraciət eləmişim. Ay gözəl ana, biz sizin dərdinizi anlayırıq. Amma bizim vaxt problemimiz var deyə, bəzi insanlar mikrofonu alan kimi elə bilirlər ki, bütün danışılanda onun bütün problemi həll olunacaq. Biz sizdən məlumat aldıq. İndi icazə verin, qoyun biz sizin işinizi araşdıraq, olar mı? Siz onu çox danışanda həmən dəqiqə məsələ həll olunmur, tamam mı? Hə. Rəqsanə, uşaq nə səndə qalmalıdır, nə deyil dənizdə? Mənim fikrim budur. Yox. Baxa biləcək qızım, iqtidarda deyilsən. Bir tərəfdən gözün problemi, bir tərəfdən işin gücün yox. Sənin dəstəyin yox. Sən necə baxıb 5 dənə uşaq Ata sənin uşaqlarına baxmayacaq. Baxmayacaq. Ata özü xəstədir. Üzr istəyirəm, mənim anam da baxmağa hazırdır mənim övladlarım. Yox, sənin anan. Bacım da baxmağa. Mən övladlarımı tələb edirəm. Mən övladlarımın başının üstündə olmaq istəyirəm. Sən də baxa bilməyəcəksən o da. Mən övladlarımı istəyirəm. Mən övladlarımdan... Yox, mən iş falan verməyəcək. Mənim işi onun Ağdamda var. Onun işi danışılıb. O vurması ilə bağlı deyirəm ki, bəlkə iş veriləcək. Mən ona hazıram. O cəza, o indi Cahid Şahbazov efirdə olan günü özü danışacaq. Biz bir həkim lazımdır ki, əməliyyat üçün onun pullarını özünüz ödəyərsiniz yəqin ki. Özünüz ödəyəcəksiniz eldəniz. O pulu mən ödəməyəcəyəm. Vurmusan, get, ödə. Siz qadını döyəcəksiniz. Xoşqədəm də onun pullarını ödəyəcək və döyənlərin də sayı çox olacaq. Elə şey yoxdur. Bu qızın gözünə xəsarət vermisənsə, həkimi
bularıq, taparıq. Mənim efirimdə elə həkim yoxdur. O qızın da gözününmü, üzününmü? Çünki zərbə alıbdır. Onu artıq siz verəcəksiniz. Mən ona hazıram, xoş gedəm xanım. Nədirsə, belə deyək. Hazıram, bir dənə verilməyəsi bir şeyim var ki, övladlarımı yenə də deyirəm, tələb eləyirəm. Bayramı yığın verin mənə. Bu günə qədər övladlarıma özüm baxmışam. Mənim də ki, övladlarımın... Onun töyğüncəsini uğrayırsan, uşaq saxlamısan, nə ilə saxlamısan uşağı? Ehtiyacı yoxdur, mən belə fikirləşirəm. Maman gəlib onun qapısından çörək istəyib, nə ilə saxlamsan uşağını? Ana deyir ki, uşağı mən saxlayıram, ver nənənin müsahibəsini. Nənə deyir ki, uşağı nə gəlinimə ver, nə... Bacım ölmüyüb. Bacı deyir ki, öz uşağına bax. Heç biri ölmüyüb, mənim başıma... Uşaqları da, nəvələrimi də 5-ini də özüm istəyirəm. Verin ma, ölənə mən uşaqları saxlayacağım. Gel kimsə qapısını süpürəcəm, kimsə nə bilim qabın yuyacağım, o uşaqları saxlayacağım. Uşaqları mən sığınacağa vermək istəmirəm. Paltarlarım dünən yumuşam, ağlaya-ağlaya yumuşam. Pis oluram, istəyirəm, dünən gəlmişəm, oturub burada. Mən bax, bir işə keçib qalmışam qaranlıqda. Hükümət bir dənə 60 manat mənə pul verir. Onunla dolanıram, yaxud oğlum da onun kimi 60 manat pulla dolanır. Ayrı bir dənə pul almır, heç hardan. Bir dənə zibillikdən, oradan, buradan, kim apar orada işlədir, güclədir, o nə verirsə odur. Ayrı bir tərəfdən bu adamın gəliri yoxdur. Bax, evlərində görsən, heç nələri yoxdur, heç nələri yoxdur. Acından suyuna batıb qırılırlar. Uşaqlar gəlir, durur gözümün qabağını, istəyirəm, uşaqları istəyirəm. Hoş gedəm xanıma, köməklik eləsin, mən uşaqlara baxıb, sosial düzəlsin. Bildirib, amma bu məsələ elə belə məsələ deyil. Sabahda yəqin ki, indi bilmirəm nələr olacaqdı, amma o uşaq nə burada, nə də bu tərəfdə qalacaq. 5 uşaq elə vəziyyətdədir ki, burada oturan tamaşaçılar bilir. Nə vəziyyətdədir, hamısı bilir. Bayram, xoş gördük səni. Axşamın xeyir, Gülxanım tələb eləyir öz uşaqların, bizdən də vəkil istədir. Xanım xanım, xeyr, Gülxanımı denəm, nə uşaqlarıma adını çəksin, mənim uşaqlarım ona baxın, nifrət edir. Əgər inanmırsız, gəlsin, bir gecə qalır. Salih onu görən kimi nifrət edir, övə gəlmir. Amma özün dedin ki, uşaqlar ağlayır. İnsan varsa o da sənsən. Amma əvvəl, bir dəqiqə, əvvəl deyirdin ki, dünən 2 gün əvvəl deyirdin ki, uşaqlar Gülxanım üçün ağlayır. Uşaqlar, mən yenə də deyirəm, mən yenə də sözümü təsdiq edirəm, bəli, balaca uşaq anasını istəyir. Mən yenə də deyirəm onu. Mən istəmərəm ki, mən balaca uşaq bu bacısından, qardaşından ayrı qalsın. Deməli, Bayram, sən bu Gülxanımı biz bir evə yığıb, uşaqlarını da ona... Haçənə, mən dövlət, hökumətlə uşaqlıq eləmək olmaz. Hökumət mənə verir, oturmuşam uşaqlarımı saxlayır. Uşağımı verdi, sən məndən ayrıldın ki, sən məndən uşağımı aldın ki, məcbur olub sənlə barışım. İstədiyini elədin, sənin istədiyin o idi ki, Gülxanım Rəşaddan uzaqlaşsın, elədin, indi rahat otur. Rahat otur, bəli, istədiyi o idi. Rahat otur indi. Yəni olsa, hələ uşaqlarının şəklini görsün ağlasın, Rəşadın şəklini görməsin, ağlamasın. Sən otur. İt kimi gecə gündüz qısqandın, ölürdün, indi rahat oldun. Elə bilirsən ki, yaxşı oldu güya sənə. Səni hər gün təhqir edib efirdə ölürsən sən. Bayram eşidirəm, düz deyir də, deyir uşaqların şəklinə bax ağlar. Uşaqların şəklinə baxıb ağlayıram. Deyirəm, sonra vermirsə, efirə söyürəm. Vermirsin. Yox, bir hələ sənin o sözlərini... Niyə vermirəm? Niyə demirəm? Niyə demirəm? Onu bizim efirdə deyə bilməzsən sən. Ben onun səsini vermin, hər dəqiq onun səsini nə vermir? Deyirsən, uşaqlarıma baxıram da mən. Versin də, versin də. Öyləni ki, mən hələ kişi xeylaqıyam. Mənim qeyniyyətim, oğlum yoxdur ki, mən uşaqlarımın üstünə övlənsəm, arvad getirin. Hələ bu 2 ildir, 3 ilə gedir, mən hələ övlənməmişəm. Dərd odur da. Evlənsən heç bu problemləri yaşamaram ki mən. Deyirsən evlənsən. Bəli, əl çəkmirsən, it kimi əl çəkmirsən məndən. Bəs süründün dalımca. Bayram deyir ki, mən bütün həyatımı uşaqlarıma həsr edirəm. Uşaqlar ver, sən niyə uşağımı vermirsən? Uşağımı ver. Bayram, Gülxanım deyir ki, Rəşadla mənim arama da bayram girdi. Bəlkə o elədi də, o elədi. Kim elədi? Utanmırsan sən heç.
Ayrılmışdım da səndən, nə istəyirsən? Bilirsən, Rəşad bütün əşyalarını yığıb göndərdi. Allah sən bəlamı versin, səni yalnız Allaha həvalə edirəm. Mən yenə də deyirəm, telefonu içinə verəcəm. Mən deyirəm, yenə də deyirəm, mən alimentimi ondan qımır alacağım. Sən kişi olarsan, aliment almaz arvaddan. Mən bu iş... Mən hara deyim, mənim hökumət kesib o neçə aliment, 5000 aliment yıxılıb, Rəşad Narin gəlsin, Rəşad Narin versin, uşaqlarım. Bir dəqiqə deyəm. Deyirsən ki, kişi aliment almaz. Niyə almasın kişi? Əgər qadın gedib kişidən aliment alırsa. Niyə görə kişi qadından uşağı alır? Niyə? Səbəb nə idi? Bir dəqiqə, Gülxanım, bircə dəqiqə. O hadisələrin içərisində mən də var idim deyə. Siz də olmuşsunuz Xoşqədəm xanım. Səbəb nə idi məndən alır? Bir dəqiqə deyim. Bayram yoxdur burada. Mən buradayam. Sənə mən yalvardım ki, uşaqları vermə bayrama, ondan aliment alacağım. Dedim, baxa bilmirəm. Parklarda qalmışam, verim aparsın. Hə? Uşağı o aldı məndən. Məhkəmədə də aldı ki, onun evi yoxdur. Evi yoxdur, evim yoxdur deyə məni şantaj edib məhkəmə uşağı onu verdi. Gülxanım, sən özün istəyərək o uşağı verdin. Xeyr, versin uşağımı indi. Versin. Sən Gülxanım. Dedi ki, sən özünə baxa bilmirsən. Versin baxıram. Kiraya pulum verirəm. Uşaqlarını yığ başına. Baxıram uşağıma, versin. Bayram, Gülxanım deyir ki, mənə bir ev tutsun, uşaqları da versin, baxıram uşaqları. Bayramı niyə çağırırsın bura? Mən bu müzakirəni bu gündən sonra... Öyrətmə, bir dəqiqə deyən. Bir dəqiqə deyən də sən qurana. Gülxanım, bir dəqiqə. Və bilirsən, get. Gülxanım, buyur. Gəlin bayramı çağıraq bura. Hamılıq. Bir dəqiqə deyən də gedərsən. Yox, bir dəqiqə deyən də. O görək nə deyir. Bir dəqiqə sən kim? Bayramı mən. O görək nə deyir. Bayramı meyxana deməyə aparacam. Sən neyv olasın deyir. Sən neyv olasın bayramı mən niyə çağırıram? Demirsən bayramla qutardın. Sən deyən. Bilmirəm, axı qutarmır da bu insan. Sakit ol, sən qurana işimizə qarışma. Gəlin bayramı çağıraq bura. Hamılıqla bayramı yola gətirək. Verək uşaqları buna. Aha, hə, uşaqları alıb verək. Gəlin uşaqları verək buna. Və sınaq müddəti keçirək. 3 ay, 4 ay. Özümüz də nəzarət edək. Görək bunun dilinə görə dilçəyi var. Uşaqlara baxa bilir ya, yox. Baxacam. Yəni deyirsiniz ki, bayrama deyək ki, eksperiment üçün 1-2-3 ay ver görək bu Gülxanım dediyi kimi uşağa baxır. Baxır ya, yox. Gülxanım uşaqlarını necə baxıb onları tərt-təmiz saxlayıb. Siz nə danışırsınız? O onu yığıcı günündə saxlayır, onları it kimi saxlayır. O gün saxlamaqdır. Sən getmirsən bir dəfə uşağın yanına? Yox, getmirsən uşağın yanına? Rəşadın səndən küsməyinin səbəbi odur ki, Rəşad deyir ki, uşaqlar ağlayırdı, uşaqları aldadırdı. Deyir, mənim uşağıma necə baxacaqdı o? Öz uşağı ağlayırdı deyir. Nə danışırsınız? Necə, neyiniyim mən? Neyiniyim? Mən bu boşanan insanın yanına durum gedim. Bu insan məni... Əzizim, sən uşağının yanına getsən. Məni bu insan yaşamağa... Sənin başına daş düşsün. 10 dəfə zəng gelir. Siz nə danışırsınız Xoşqədəm xanım? Mən əsəb keçirdim, mən öldürməyə oturmuşam burada. Başa düşmədim. Bir dəqiqə deyən, Gülxanım. Nə əsəb? Nə demək, necə aldadır? Mən niyə Rəşad deyir, o sözü mən demirəm. Amma Rəşad özü görür. Yığın Rəşadı verin mənə. Yerin yığın da, Rəşadı gəlsin özü. Niyə gəlmirsən? Rəşad səni çağırdı da Gülxanım, görürsən? Deyil axı, bilirəm ki, gəlməyəcək. Rəşad, Gülxanım səni dəvət elədi. Yox, gəlmək istəmir, efirə çıxma, məcbur deyil. Xeyr, onu heç kəs efirə çıxmasına öz balasına görə düşmənin də qapısına gedər. Xeyr. Sən ancaq bayramın yanına gedmək. Nə danışıyorsun, istəmirəm. Mən düz deyirəm. Sən bayramı tanıdığın adamdır, gedməmsən. Uşaqlarla görüşəblər. Ay, başa ödürüm, 2 il bundan qabaq barışardım da. Barışmayın. Həbsi o. Uşaqlarımı görməyə gedərdim. Uşaqlarımı ora getməyəcəm. Ana döyürsən. Rəşad istəmir, mən özümə bağlı, istəmir. Gülxanım, sən uşaqlarını tələb elə bayramda. Yox, uşaqları Rəşada qatmayın. Rəşad məsələsi qıraqdadır, o uşaqlarımı Rəşada qatmayın. Niyə qıraqdadır? Rəşad məsələsi işin elə tam ortasındadır. Xeyr, o uşaqlar veriləndə bayrama Rəşad yox idi. Gülxanım o uşaqları aparıb atacaq uşaqlar evinə. Bircə saniyə. Rəşad bəy, xoş gördük sizi. Salam, xoş gördük. Necəsiniz? Bir dəqiqə, Gülxanım, bir dəqiqə sakit dur. Rəşad bəy, xoş gördük sizi. Xoş gördük, axşamınız xeyir. Rəşad, bir dəqiqə. Demirdin Rəşad, Rəşaddır, nə oldu? Qulaq assa. Eşitmək həqiqətləri deyir.
Hə. Buyur. Rəşad bəy, nələr deyirsiniz? Bu Gül xanıma nələr deyirsiniz? Necə nələr, nə barədə ki, benim? Yəni, bu iki uşaq bacın dedi ki, biz bunu nətər eləyək? Biz əslində sizi burada gözləyirdik. Gəlirdim, yaxınlaşmışam əslində. Yaxınlaşmışsan? Bay, gəl onda Yox, qoydursun gəlməyim. Heç onu görmək istəmirəm, ona görə oraya gəlmək istəmirəm, açığı desəm. O qədər belə çirkin niyyətli insandır ki, ona görə görmək istəmirəm onu. Yox, Rəşad, mənim əzizim, sən gəlməlisən bura. Gəlməlisən bura. Gəlməlisən bura. Yaxındasansa, gəl. Mən də səni gözləyirəm. Gəl bura, yaxındasansa, olmaz. Necə yəni? Çirkin niyyətli insan nə deməkdir? Sən bu... Çirkin niyyətlidir, səni məcbur eləyib ondan bərabər olmağa yönləndirməyiblər ki, sən istəyərək bərabər olmuşsun. Düz danışmırsınız. Niyə? Bu övlad məsələsi qarşılıqlı məsələdir, bir tərəfli deyil. Bu da ondan gizlədiyi bu prosesləri, arada olan prosesləri. Rəşadın incidiyi məsələ yalandır, yalan. Əlbəttə. İnsan insana sevdiyinə yalan danışar. Yəni bu barədə onunla yalan demək, onunla da gedib Bəli, gəlmək. Rəşad deyir ki, yalan. 6 aydan. Siz bilmirsiniz, mən hər tərəfdən onu yönəldirəm, balalarda var. Gəlir. Gəl. Gəl, Rəşadın adı gələk. Gəl, gəl, Gül xanım, gəl. Rəşad gəlir, rahat ol, Rəşad. İndi Rəşad gəlir, dedi gəlirəm, yaxındayam, yəqin ki çatacaq. Efirin sonuna az qalıbdı, amma çatacaq, dedi yetişirəm. Gül xanım, özü yıxılan ağlamaz, mən valideynlərini də dəvət eləmişdim, amma gəlmədi, narahat olmadı, gəlmədi. Neyəcək ki, mən özüm yıxılmışam, mən bu işi, mən özüm İstəyərək mən onu sevmişəm. Kimsədən də mən icazə almamışam. Gül xanım, sən narahat olma. Qadağan qoya bilməz. Bütün qohum əqraba dedi ki, biz o vaxtı bayramdan ayrılandan sonra uşaqları bayrama verən gündən Gül xanım yoxdur bizim. İndi sənin bir dənə... Yoxdur, hanı qohum, ay xoş qədəm xanım. Yoxdur. Hanı 2 ildir. Siz verirdiniz mənə yemək pulunu, hanı deyirsiniz, mən əsəbləşirəm. Düz deyil. Hanı qohum? Mən xalaya zəng elədim, mən qohumlara zəng elədim. Bu qıza biri sahib çıxıb evində yer vermədilər. Mən getdim, xala məni qapıdan qovdu, xoş qədəm xanım. Xala dedi ki, gəl təkrar. Ay xoş qədəm xanım, siz verərdiniz yer. Niyə vermirdin? Bir yanında. Siz mənə sual verirsiniz, mən də deyim, Rüfət bəy. Əgər bir insan həyatda səhv eləyibsə, əgər bir insan yıxılıbsa, ona əl tutub, kömək eləyib qaldırmaq lazımdır. Siz hansı səhvi? Necə yəni? Ərindən boşanıb, heç kimsə ona sahib çıxmayıb, məcbur olub uşaqlarla parkda yatıb. Sonra parkda qalıb, məni yığıbdı. Daha doğrusu məni yox, yığıb öz qohumların. Xala qəbul eləmədi. Əla. Nə danışırsın? Bir dəqiqə. Sus, mən cavab verirəm Gül xanım. Mənə sual verdisə, qoyun Gül xanımın həyatını danışır. Bax, əla. Sonra gəldi bura. Gəldi, yox, gəlmədi bura. Siz gətirdiniz də bura. Xeyr, gəlmədi bura. Mən Gül xanımı orada 2-ci dəfə işə düzəltdim. Böyük oğlunun müalicəsini apartdırdım. Kömək elədilər. Ondan sonra bayram davamlı ora gəldi, davamlı davalar, ən axırda gəldi bu qızı buradan çıxartdı ki, mən sənlə barışıram, yüklərə bax. Bu yüklərlə getdi ora. 3 gün sonra
Bir dəqiqə. Pulumu da oğurlayıb çıxartdı məni. Deməli, ondan sonra gəldilər, düşdülər polisə. Getdi qadın polisə şikayət elədi. Ondan sonra yalvar yaxarla polisdən şikayəti Gülxanım geri götürdü. Getdi, yenə də orada başladı. Mən yenə onu düzəltdim orada işə. Bu boşanma baş tutdu ondan sonra. Tamamən rəsmən boşandılar. Uşaqlar da Gülxanımda. Bu deməli, Gülxanım qaldı küçədə, parkda. İşte parkda qalanda yığdı öz qohumların. Heç bir qohumu ona qapısını açmadı. Gəldi yenə Xoşqədəmin yanına, yenə Xoşqədəm kömək elədi və bu dəfə Gülxanım dedi ki, qoy mən onsuz da küçələrdəyəm. Qoy balalarımı aparım, heç olmasa bayramın yanında qalsın. Sonra mən də bunu götürərəm. Elə deyil qızım, mikrofonu götür. İcra hakimiyyətinə getdim, Xoşqədəm xanım. Şabranın icra hakimiyyətinə, sosial anketini getdim, məni sığınacağa qoyun uşaqlarımla. Gəldi, dedi ki, yox, nə sığınacaq? Mən uşağımı sığınacaq. Heç orada Rəşad yox idi. Və uşaqlarımla yaşasaydım, heç bunlar da başıma gəlməzdi. Niyə anlamırsınız? Niyə adam dərdini bilmədən anlamır? Nə deyirik ki? Sakit, bircə dəqiqə Gülxanıma, qoyun Gülxanım danışsın. Mən hesab keçirdim. Hə, qoyun Gülxanım danışsın. İndi məsələ belədir. Bu qadın nədənsə bu səhvə düşüb də, Rəşad evli deyil, evlidirsə deyirlər barışıb, əgər mən öz həyat yoldaşımla barışsam, başına da Allah uzaq eləsin, belə bir hadisə gəlsə, mən dərhal efirə zəng eləyib, deyərdim ki, Gülxanımı çıxardın orada, mən həyat yoldaşımla barışmışam. Belə çıxır ki, həyat yoldaşı da barışmayıb, sadəcə sözdür. Barışsın da, mənlə ki, bir yerdə olanda barışmayıb. Aha, bəli, barışmayıb. Nə oldu indi barışdı? Bəli. Heç axıra qədər də olmaz. İnşallah ki, axıra qədər də olmaz. Aha, yəni. Mənim nəfəsim yandı. Deməli, indi bu iki uşağın söhbəti gedir. Bu qadın da eləyib. Bəli, Rəşadın da Gülxanımı qəbul etməməsinin səbəbi yalandır, dostlar. Başqa bir şey deyil. Gülxanım pisdir, Gülxanım nədir, yox. Deyir ki, bir qadın əgər məni aldadıb, bu işi mənim başıma gətiribsə, mən bunu qəbul edə bilmərəm. Əgər Gülxanım mənə desəydi ki, mən səndən övlad istəyirəm, bizim ikimizin razılığı ilə olsaydı, mən tamamilə fərqli addım atardım. O məni aldatdığına görə, mən bunu qəbul edə bilmirəm. Ailə də bölünüb iki tərəfə. Anadır da, mənim anam mənə desə ki, öl, mən ölərəm. Mənim anam mənə desə ki, edərəm. Ana deyir ki, Gülxanım olmayacaq. Bircə dəqiqə Zülfiyə xanım. Yəni, məsələ budur. Məsələ budur. Yenə də qalırsan Xoşqədəmin üstündə. Xanım yazıq deyil. Bəs mən sənə Rəşad pis olmuşam. Bəs insanın vicdanı. Ana kimi olmuşsan. Baxmısan, paltarın yumusan, yeməyin pişirmisən, hə? Gəl bura, Rəşad səni görmək istəyir. Gəl. Gəl, Rəşad səni görmək istəyir. Gəl bura, ver mikrofonu mənə. Rəşad buradadır. İstəyirsən gəl. Bax, sonra mənə demə. Məni dəvət etmədin. Gəl Gülxanım. Gəl. Gəl, Rəşad buradadır. Son sözü demək üçün gəlibdir. Gəl. Baş sponsor bir market, xüsusi sponsor Medera Hospitalı, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqanə Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, West Medical Center, Bafuri və Referans Medical Group'un sponsorluğunda Səni axtarırama baxdınız.